Cümə Cüməyev gedəndən sonra Mürvət çox düşünüb daşındı. Gödək adamın xəbərdarlıqsız evə gəlişi onu heç açmamışdı. Üstünü vurmasa da, Cümənin saxta, şirin dillərinə, yalançı canyananlığına əsla inanmasa da, bunu açıq bildirməmişdi. Neçə həftədən bəri fikir-zikirdən başları ayazımayan valideynlərini əlavə qəm-qüssə ilə yükləmək istəməmişdi. Qoy könüllər açılsın, qayğılardan biraz yüngülləşsinlər. Onları dərd-qəm içində çərlətməyin mənası yoxdur. Bir də ki, əlimdə ciddi əsasım ana. Şübhələrimin nə dərəcədə doğruluğunu özüm də yəqin bilmirəm. Kələfin ucunu tapmamış heç nə hiss etdirmək lazım deyil. Hələlik qoy əhvalları duru qalsın. Qara qayğılardan lap üzülüblər, düşündü və özünü qəsdən şən apardı. Gödək adamın yalançı vədinə hamıdan çox inanmış, rahatlanmış anasının böyük sevinclə, şadyanalıqla ona gözaydınlığı verməsini də gülümsəyə-gülümsəyə dinlədi. Allaha şükür, dərdini alım. İşlərin yavaş-yavaş düzəlir. Qurban olduğum Tanrı diləyimi, deyəsən eşidib. Xatabaladan bizi sovuşdurur. Pərverdigar kömək olmuş bu adam hər kimdirsə, xeyrimizə çalışır. Sən nahaq yerə ondan heylə hörmətsiz danışdın. İşıq gələn yerə adam aparıb papaq tıxamaz. Təsdiq, höccətçilik heç vaxt xeyir gətirmiş. Düşmənlər bundan istifadə edib, özgəsinin əli ilə də adama ziyan yetirirlər. Canım ciyərim oğul, sən də dilini şirin elə. Şeytan vəsvəsəsinə uyub, sənə can deyənə çor demə. Bu zamana pis zamanadır. Haqqı nahaq ayağına verən zamanadır. Canım sana sadaqa olsun. Dəyib dolaşma heç kəsə. Dilini faraxat qoy. Acığa höccətə düşüb böyüklərlə kəllə-kəlliyə gəlmə. Onların ardı-arxası çoxdur. Özünə də, bizə də yazığın gəlsin. Mürvət anasının sadəlöv inamına, ürək təmizliyinə təəssüflə gülüb üzə varı. Baş üstana, arxayın ol, dedi və sakit-sakit dönüb yan otağa keçdi. Çarpayda uzanıb, eyni sakitliklə Cüməyevin dediklərini bir-bir yadına saldı. O sözlərin məğzində gizlənmiş mənanı açmağa, məkrin mayasını tapmağa çalışdı. Müsbət bir nəticə alınmadı. Sir düyününü heç cürə aça bilmədi. Cüməyev tərəfindən ona yalnız bircə şey aydın oldu. Böyük intizarla, əsəbi nigarançılıqla cavab gözlədiyi məktublarının gedib quyuya düşməsinin səbəbi müəyyənləşdi. Baş beyin yorub əsəbləşə-əsəbləşə təzə ünvanlara, təzə məktublar yazmaq cəfasından qurtardı. Bunu bilmək pis olmadı. Cüməyev hər nə köpək oğlu olsa da, bura gəlməyi nə niyyət gütsə də, bu sirri açmağı mənim xeyrimədir. Yoxsa oturub səhərdən axşamacan hey kağız qaralayacaqdım. Cavab gözləməkdən də gözlərimin kökü sarılacaqdı. Boş-boşuna vaxt itirəcəkdim. Bu da düşmənlərim üçün çox sərfəli olacaqdı. Mənə yeni-yeni badalaqlar fikirləşib tapmağa imkan yaradacaqdı. Yox, nə yaxşı ki, bəzi mətləbləri gec də olsa anladım. Məktub yazıb göndərməkdənsə, lazımi idarələrə özüm getməliyəm. Səlahiyyətli adamlarla şəxsən görüşüb, məsələni ətraflı danışsam, nəticə ürəyimcə olar. Məktubu çox zaman axıracan oxumurlar. Hövsələləri çatmır. Bir əvvəlinə, bir də sonuna baxıb atırlar arxivə. Ya da göndərirlər rayonun öz rəhbərliyinin üstünə. Necə ki, mənimkiləri göndəriblər. Hə, mütləq getməliyəm. Bir neçə gün, lazım gəlsə, lap yarım ay Bakıda qalıb, ən nüfuzlu adamların qəbuluna düşməmiş, işlərimi qaydaya salmamış, geri qayıtmamalıyam. Buradakiların rəhminə bel bağlasam, günümü göy əskiyə elə düyərlər ki, ömür billah açılmaz. Gecikmədən, günü sabahdan getməliyəm. Mürvət gəldiyi qərardan sevindi. Odu sönükləmiş ürəyində yeni-yeni ümid qığılcımları alışıb, canını isindirdi. Əhvalında hədsiz xoşluq, cümrahlıq yarandı. Zəhləsi getdiyi, görməyə gözü olmadığı Cüməyevə qəlbinin hansı bir küncündəsə minnətdarlıq hissi oyandı. Hər pisliyin arxasında bir yaxşılıq durur. Onun özü bəlkə də bu barədə heç fikirləşməyi ağlına gətirməyib. Bir şər xəbəri ilə məni qəflət yuxusundan ayıltdı. Sonra fikri biraz da irəli getdi, dərinləşdi. Bakıya yola düşməzdən əvvəl İncini bir daha axtarmaq, onun da başına gətirilənləri dəqiq öyrənməyi vacib bildi. Bunlar Bakıda məsələnin kökünü açmaqda, müəyyən aydınlıq yaratmaqda ona kömək edərdi. Həm də İncinin özü saradan ürəyi sakit olardı. Heç nədən nigarançılığı filanı qalmazdı. Mübarizəsini əzmlə, ürək sakitliyi ilə davam etdirərdi. O vaxt itirmədi. Ertəsi gün səhər tezdən durub avtovağzala yollandı. Nəzərdə tutduğu kimi əvvəlcə İncini tapmalı idi.
Lakin cəhdi yenə baş tutmadı. Onu ayıq-sayıq güdürlərmiş. Hər addımı izlənirmiş. Bilet alıb avtobusa minhamində böyrünü kəstilər. Kobudluqla qollarını qanırıb növbətçi maşına mindirdilər. Birbaşa rayon milis şöbəsinə gətirdilər. Şöbədə onu qaçmaq cəhdində günahlandırıb heç bir izahat filan almadan döyə-döyə, çığırda-çığırda tək nəfərlik zirzəmiyə saldılar. Dəmir qapısını qulaq batıran əcaib şaqqıltı ilə örtüb çöl tərəfdən qıfılladılar. Mirvət içəridə özünə çox gec gəldi. Sanki dəhşətli, qarmaqarışıq bir yuxu görürdü. Yarımqaranlıqda gözləri bir müddət heç nə seçmədi. Əgər bədənində küt-küt ağrılar, geziltilər baş qaldırmasaydı, onu incitməsəydi, bəlkə də doğrudan da yuxu gördüyünü zənn edərdi. Lakin milis şöbəsində aldığı zərbələr, təpi və yumruq yerləri sement döşəməli təcridxana otağının nəmli soyuğunda daha çox göynəməyə, sızıldamağa başladı. Ayaq üstə dayana bilməyib, domuşdu. Oturmağa yer axtardı. Heç nə tapmayıb, yan üstə uzandı. Buz kimi döşəmə onu biraz da üşütdü. Canındakı ağrı və sızıltıları şiddətləndirdi. Təsəvvürə belə gəlməyən qeyri-insani münasibətdən, kobud rəftardan keyləşmiş, tamamilə süsləşmiş beyni yavaş-yavaş dərk etmə qabiliyyətinə qayıtdı. Gerçəkliyi yuxu fərziyyəsindən ayırınca lap hiddətləndi. Ağrılarını unudub, dartılmış yay kimi dik atıldı. Bir sıçrayışla özünü qapıya çırpdı. Qollarının, biləklərinin sızıltıları gözlərində gilə-gilə yaşa dönənə qədər qapını bərk-bərk yumruqladı. Səsi gəldiyincə qışqırdı, haray qopardı. Lakin buna nə əhəmiyyət verən oldu, nə də qapı arxasından ona acıqlanan. Elə bil ətraf kimsəsizləşmişdi. Bir bəni insan yox idi. Mürvət vahimələndi. Lal sükutdan bağrı yarıldı. Yalvarmağa, dil tökməyə başladı. Ağlı ayıltma məntəqəsinə getmişdi. Güman edirdi ki, orada qoca milsioneri qılıqlayıb rəhmə gətirməyi bacardığı kimi, burada da mühafizəçini yumşatmağı, saqqızını oğurlamağı bacaracaqdı. Ondan müəyyən kömək alacaqdı. Amma umsundu. Nəinki insafa gəlib hoyuna yetən oldu. Heç adi cınqır çəkən də eşidilmədi. Sanki 40 arşın quyunun dibindeydi. Harayı yer üstünə çatmırdı. Həvəsdən düşmədi. Heydən tamam kəsilincə, səsi büsbütün batınca çığırıb bağırdı. Üsyan etdi. Lakin nə faydası? Günün necə keçib axşamın haçan düşdüyündən xəbər tutmadı. Beyni də, zehni də yenidən keyləşmişdi. Yalnız içərinin alaqaranlığı tündləşəndə duydu ki, artıq gecədir. Və bu gecə onun üçün daha ağır, daha vahiməli keçdi. Bir qədər əvvələ kimi heç olmasa uzaqlardan zəif səslər, hardasa seyrək addım tapıltıları eşidirdi. Az-çox toxtayırdı. İndi qatı sükut hər yanda dərinləşmişdi. Ürək sıxırdı. Lap darıxdı. Özünü soyuq məzarda hiss etdi. Elə bil diri-diri qəbrə gömülmüşdü. Gənc ömründə heç zaman tənhalıq görməmiş. Oxuduğu illərdə də, işlədiyi müddətdə də adamlarla daima ünsiyyətdə olmuş. Günlərini hayküylü keçirmiş. Böyük-böyük arzularla yaşamış bir oğlan üçün indi düşdüyü vəziyyət əlbəttə son dərəcə dözülməz idi. O bir an bir yerdə durub dincəlmədi. Darısqal dustaq otağında dövrə vurub hey gəzindi. Arada domuşub bekaraca soluğunu alsa da, təpiklərlə zədəli. Qıyrımlı qılçalarını nə 5 dəqiqə qatlayıb otura bildi, nə də bir hovur uzanıb yorğunluğunu almağa bacardı. Yanını azacıq yerə qoyan kimi, sement döşəmənin buz soyuqluğu iliyinə işlədi. Çarəsizliklə ayağa durub, çətin-çətin bir də gəzinməyə, küncə, divara toxuna-toxuna vurnuxmağa məcbur oldu. Gözü içərini seçmədiyindən əlləri ilə oturmağa, dirsəklənməyə babat bir səmt axtardı. Kasıb, imkansız ailədə böyüsə də, həmişə təmizkar və səliqəli dolanmışdı. Xüsusilə ali məktəbdə oxuduğu və işlədiyi illərdə. İndi gör hara gəlib düşmüşdü. Aman Allah, bu idimi gecə-gündüz təbliğ edilən, şuurlara yeridilən ədalət? Bu idimi bərabərlik, şəxsiyyət toxunulmazlığı? Bu idimi insan hüquqlarının müdafiəsi? Mürvət şahidi olduğu bütün haqsızlıqlara qarşı qəlbində üsyan edə-edə axır ki, vəziyyətlə barışmaq məcburiyyətində qaldı. Dizlərinin taqəti artıq tükənmişdi. Öz-özünə bükülürdü. Aşağı çöktü. Çimrənə-çimrənə üfunət və çirkəb içinə uzanmalı oldu. Ayrı cürə mümkün değildi. Topuqları, qılçalarının bütün əzaları ağrıyır, sızım-sızım sızıldayırdı. Ancaq bu hələ harasıymış?
Gecədən bir xeyli keçəndən sonra dövrəsində siçanlar qaçışmağa, pişik balası boyda siçovullar civildəşməyə, cıdıra çıxıblarmış kimi bir-birini qovmağa, qaş tutdu oynamağa başladılar. Mürvətin bağrı lap yarıldı. Qapı küncünə qısıldı. Bura nisbətən quru təhər idi. Dəlmə deşiklərdən zəifcə işıq sızır, içəri bekarca hava daxil olurdu. Siçanlar, siçovullar da bu həndəvərə hərlənmirdilər. Pis iyi qoxudan ürəyi bulana-bulana, soyuqdan anlaşılmaz vahimədən bürüşə-bürüşə arxasını divar tininə söykədi. Səhəri gözlədi. İnamı hələ də tükənməmişdi. Səhər açılan kimi bu çirkəbxanadan, sıçan sıçovul yuvasından canını qurtaracağına ümid bəsləyirdi. Digər tərəfdən də qəlbində sahib qeysərliyə qəzəbi daha da püskürmüşdü. Həmən qəzəb vulkanı onu daxildən ecazkar bir qüvvə ilə isindirir. Gücünü tükənməyə, ruhdan düşməyə qoymurdu. Əgər azacıq ümidsizliyə, qəmə qüssəyə qapılsaydı, sahib qeysərlidən layiqincə intiqam ala bilməyəcəyinə inamı sarsılsaydı, çətin ki, bu əziyyətlərə tab gətirərdi. Tam bir gecə-gündüz onu aç saxladılar. İçini içalatını pörşələyən dil dudağını təndir qızmarı kimi qarsayan yanğısını söndürməyə bircə qurtum su da vermədilər. Yalnız ikinci günün axşam tərəfi dəmir qapının hündüründəki balaca nəfəslik şıqqıltı ilə aralandı. Oradan içəri şəffaf işıq seli ilə bərabər cod tüklü bir əl uzandı. Nəfəsliyin alt yanına bərkidilmiş enli, dördkünc taxta üzərinə köhnə, yumruq mis dolçada su və qıpquru çörək parçası qoyuldu. Havasızlıqdan nəfəsi təngimiş, nəm və kəsafətli iyi qoxudan boğulmuş mürvət cəld işığa doğru yönəldi. Sudan, çörəkdən əvvəl təmiz havadan doyunca udmağa tələsdi. Lakin hava doyumluğu da ona çox görüldü. Nəfəslik tezcə qapandı. Mürvət kör peşman qollarını yanına saldı. Sudan indicə çıxarılmış balıq sayağı bir neçə dəfə ağzını geniş-geniş açıb, nəfəslik künclərindən sıfqarılan havadan omsuna utdu. Bu sıçan sıçovul yuvasından, diri insan məzarlığından tezliklə xilas ola bilməyəcəyini dərin təəssüflə yəqinlədi. Bəli, heç bir möcüzə baş verməyəcəkdi. Onu mənən əzib sahib qeysərlinin ayaq tozu etmək, miskin günə qoymaq istəyirdilər. İşin başında sahib qeysərlinin özü dururdu. Mürvət sinə dolusu ah çəkdi və yumruğunu döyüb bircə dəfə hiddətlə qapıya çırpdı. Hündürdən bu ola bilməz, dedi. Ölümümə razı olaram, o hala düşməyimə, yazlıq günə qalmağıma dözmərəm. Düşmənlərimi üstümə güldürməyi yol vermərəm. Bundan da artıq əzaba, işgəncəyə tab gətirəcəm, amma sınmayacam. Sahib kimi bir qurumsağa təslim olmayacam. O murdarın, qudurğanın qarşısında heç vədə boyun bükməyəcəm. Mübarizəmi son imkanıma qədər aparacam. Belə getməz. Gec-tez haqq öz gücünü göstərər. Sahib qeysərlinin də burnunu bir gün yaxşıca ovan tapılar. O ədalətli gün mütləq gələcək. O bu işıqlı düşüncələrlə özünü sakitləşdirib suyu içdi. Ürəyinə xeyli toxtaqlıq gəldi. Çörəyə əl vurmaq istəmədi. Quru, yavanlıqsız qara çörək dadmağı özünə həqarət bildi. Heç bir hayküy salmadan, haray həşir qopartmadan qabaqçı yerinə qayıtdı. Lakin gözü çörəkdə qaldı. Bağırsaqları bərk sıyrılırdı, acından ürəyi doğranırdı. 2 günün aclığı zarafat deyildi. Xüsusən də çox zəifləmiş, gücdən düşmüş bədənə bu daha böyük cəfa idi. Tamah güc gəldi. Qalxıb çörəyi götürdü. Ucundan, ortasından çimdik-çimdik qoparıb həb kimi ağzına atdı. Vəziyyətinə ürəyində gülüb vaxtı ilə yediyi ləziz xörəkləri gözləri önünə gətirdi. Əlindəki çörək parçasını beləcə haçan yeyib qurtardığından xəbər tutmadı. Bir də baxdı ki, ovcunda xırda ovuntuları qalıb. Ovcunu ağzına birləşdirdi. Sümürüb bu ovuntuları da çeynədi və qapın dibində yenidən rahatlandı. Dizlərini qucaqlayıb başını qolları üstünə qoydu. Dərin, məhsun düşüncələrə getdi. Qanadlanmış xəyalı onu inci ilə keçirdiyi xoş anlara, dəqiqələrə apardı. Dünyada hər şeydən əziz sevgilisi ilə dadlı-duzlu söhbətlərini, şirin görüşlərini xatırladı. Bu görüşlərin ilkində, eşqinin lap coşqun məqamlarında ona verdiyi vədi yadına saldı. Mən sənin yolunda, bu məhəbbətim uğrunda hər cür cəfaya hazıram. Hətta ölümmə də, demişdi. İndi budur. Həmən o cəfa dövrü çatmışdı. Onu mərdliklə çəkməlidir.
kişi tüpürdüyünü yalamaz. Nə yaxşı ki, qəlb ovunduran xoş xatirələr varmış. Nə yaxşı ki, bu xatirələr dar günlərdə, həyatın ən çətin məqamlarında insanı isindirə bilirmiş, dözüm təlqin etməyə bacarırmış. Mürvət də bu şirin, ilıq düşüncələrlə ovundu. Mübarizə əzmi sanki artdı. Onu qarşıdakı əlavə çətinliklərə hazırladı. İçərinin buz soyuqluğu, pis iyi qoxu da böyür başında, yan yörəsində civildəşə-civildəşə qaçışan, vurnuxan sıçan sıçovullar da artıq vecinə deyildi. Aradan həftə yarım ötdü. Bu həftə yarım ərzində onu yada salan, yanına gəlib gedən olmadı. Yalnız 11-ci gün dəmir qapının açar yeri şıqqıldadı. Ağır qapı ləngərləyib küt cırıltı ilə aralandı. Çöldən içəri təpilən gür işıq seli qaranlığı bir qırpımda utdu. Sıçan və sıçovullar vahimə içində qaçışıb dəlmə deşiklərə doluşdular. Yarım ürgünü Mürvət ləng-ləng qalxıb qapı dibindən geri çəkildi. İşıq onu da karıxdırmışdı. Gözləri qamaşdı. Əlləri ilə üzünü örtüb yarasa kimi gözlərini işıqdan gizlətdi. Kimsə colt səslə əmr etdi. Çıx çölə. Səs Mürvətin beyninə düşdü, uğuldadı. Ona nə əmr olunduğunu anlamadı. Səs təkrar olundu. Eşitmədin? Çıx çölə. Mürvət itayətlə irəli addımladı. Bayırda başı gicələndi. Səntirlədi. Keşikçi ona kömək etmək istədi. Mürvət qolunu yana çəkdi. Toxunma, dedi və çətinliklə müvazinətini tarazladı. Əllərini üzündən yavaş-yavaş götürdü. Ancaq kipriklərini tam aralaya bilmədi. Gözləri yenidən qamaşdı. Ayağının altını seçmədi. Bir əlini günlük kimi qaşlarının üstündə saxladı. Tez-tez kiprik çalaraq milsələrin müşayiəti ilə həyətə çıxdı. Günortaya yaxın idi. Payız günəşi şəffaf şəfəqlərini bütün səxavəti ilə yerə səpələmişdi. Həlim bahar gününü andırırdı. Mürvətin başı təzədən gicəlləndi. Tək nəfərlik təcridxanada bədəninə hopmuş sümük gizildədən rütubət, günəşin xoş hərarəti altında canından miskal-miskal çıxdıqca, əzalarında aydınca hiss edilən yumşalma və süslük başlayırdı. Açıq havada biraz çox qalsaydı, yəqin ki, ayaq üstə çətin dayana bilərdi. Dizlərinə taqət toplamaq üçün yenidən əylənməli oldu. Bir tər toxtayıb, addımlarını qəddə saldı. Müşayiətçi milsionerin qaşqabaqlı işarəsi ilə irəlilədi. Ata-anası milis şöbəsinin həyətində idi. Girəcəkdəki iri tut ağacının altında bir-birinə söykənib yazıq halda yanmışdılar. Bu birinci dəfə deyildi. Mürvət həbsxanaya düşəndən bəri yollarda qalmışdılar. Hər gün gəlib, səhərdən axşamadək beləcə durub, ona buna minnət edib görüş istəyirdilər. Evdə pişirib gətirdikləri xörəyi dustağa verdirə bilməyib, sınqın könüllə dala qaytarırdılar. Onsuz da nasaz canlıları yeni dərd azar tapmışdı. Nəhayət ki, bu səhər ixtiyar sahiblərini insafa gətirib görüş almışdılar. Ancaq Aradüzəldən Cümə Cüməyev şərti şumda kəsmişdi. Şəmil kişini də. Onun arvadı Şəhrəbanını da arxayın salıb söyləmişdi ki, məsələni artıq düzüb qoşmuşdu. Ən uzağı 2-3 günə Mürvəti özü zamına götürüb həbsdən buraxdıracaq. Daha ona, yəni Mürvətə dəyib toxunmayacaqlar. Ancaq gərək xətircəmlik üçün onlar, yəni ata-ana da işə müəyyən köməklik göstərsinlər. Oğlanı ipə saba gətirsinlər. Nə özünə, nə də özgəsinə lazım olmayan boş höcətindən döndərsinlər. Şikayətdən filandan heç nə çıxan deyil. Qaxılıb evdə fas-faraxat otursun. İşin qalanını Cüməyevin boynuna. Çarəsiz ata-ana bu xoş vədə minnətdarlıqla razılaşdılar. Cüməyevin canına dua oxuyub, yalvarıb yaxardılar ki, nə mümkündür eləsin. Allah möhlət verər. Yaxşılığının əvəzini çıxarlar. Xəcalətdə qalmazlar. Hətta Cüməyevi arxayın salmaqdan ötəri Mürvəti möhkəm qınadılar. Əlacları nə idi? Çalışdılar ki, özlərini də, oğullarını da can üzən bu zillətdən qurtarsınlar. Amma fəndgir Cüməyev quzunu qurd ağzında görüb, yazıqdan yazıq ata-ananı biraz da bəlkə boşa çəkdi. Oğlunuzu 3 cinayətdə təqsirlandırırlar. Azərbaycan Respublikasının qanun məcəlləsinin 3 mühüm maddəsi ilə ona iş gözlənilir. Üst-üstə 8 il həbs cəzası almalıdır. Hələ bu aşağısıdır. Məhkəmədə ola bilsin ki, artırsınlar. Şərəbanı arvad dəhşətə gəldi. Əlini atıb üzünü cırdı. Allah sən saxla, özün kömək ol, pərvər. Şəmil kişi dalbadal köks ötürdü. Gözləri bərələ-bərələ Cüməyevə baxdı. Axı nəyin üstündə? Nə günah sahibidir?
Onu milis müstəntiqindən öyrənərsən. Cüməyev sualı başından elədi. Yaxasını qırağa çəkib ağızıcı cavab verdi. İstintaqa aparan odur. İşin icraatı ona tapşırılıb. Mən ancaq sizin xətrinizə görə ortada vasitəçiyəm. Bir də ki, oğlanın özünə canım yanır. Cavanlığına qıymadığım üçün ağrımaz başıma dəsmal bağlamışam. Amma bilmirəm, siz valideynlər bunu, oğlunuz yolunda hər şeyimi girova qoymağımı necə qiymətləndirirsiniz? Bəlkə də dalımca söyürsüz, məni yamanlayırsınız. Yox, nə danışırsan Cümə müəllim? Biz sizdən çox razıyıq. Qoy Allah da razı olsun. Şəmil kişi bunu üzəvari deyib, tezcə də ürəyində ayrı dilək tutdu. Yalansa Allah başını qoyub ayağına daş salmasın. İlana ağı verən kərtənkələsən. Pərvərdiyar ömrünü özün kimi gödə eləsin. Cüməyevə aldatmaq çətin idi. Şəmil kişinin könülsüz razılığını əl üstü duydu. Üzünə vurmadı. Yönünü anaya çevirdi. Qadın hissiyyatını yaxşı bələd idi. Ananın övlad üçün daha artıq bağlı olduğunu yaxşı bilirdi. Ondan əlahiddə təşəkkürümdür. Həm də bu ona sonraki məqsədi üçün lazım idi. Bəs anam bacım nə fikirdədir? Sadəlöv şərəbanı arvad sidq ürəklə yalvardı. Ay qardaş, başına dönüm, qabağında ölüm. Köməyini əsirgəmə günahsız balamdan. Cüməyev gizli mətləbi açmadı. Ona müəyyən hazırlıq üçün sözə uzaqdan başladı. Mən ha fikirləşirəm, ha düşünüb daşınıram. Bir şeyi ağlıma heç cürə sığışdıramıram. Səbəbini tapanmıram ki, sizin oğlunuz niyə belə tərslik eləyir? Axı, nəyinə lazımdır onun başını aparıb çobanın çomağına sürsün? Gücü çatmayan bir adamla tutarsın. Allaha şükür, işi gücü, dolanışığı çox yaxşı idi. Bir neçələrinin iştahından keçən vəzifə də vermişdilər ona. Bir-iki ilə daha da irəli gedəsi idi. Nə düşmüşdü ki, özü də yox yerdən iş açırdı. Özü də nəyin üstündə? Haşa buradan, bir şortunun, kimliyi, neciliyi düzəməlli bilinməyən, əsli nəsli tanınmayan bir gözəlçənin üstündə. Bəyəm öz elimizdə obamızda qız qəhətli idi. Nə gəlmişdi halal südənmişlərimizə? Nə var ki, gözəlçənin üzü bu birinkilərdən biraz işıltılıydı. Qaşı gözü can alırdı. Qədd-qaməti ağız sulandırırdı. Bəs o biri cəhətləri? Şərəbanı arvad təəssüflə yırğalandı. Dedi. Gözəlliyi, gölçəliyi nəyimizə gərəkdi? Üzündə doğrama çay geməyəcəkdim. Cüməyevin hiylə ilə qıyılmış gözləri parıldadı. Ay bərəkallah, deyib məqsədə yaxınlaşdı. Bax, əsl anasan. Çox düz buyurdun. Neyini yirəm deyiblər, o qızıl teşdi ki, içinə qan qusacam. Kişinin arvadı biraz elə yar-yarışıqdan kəm olsa, göz qamaşdırmasa yaxşıdır. Kənardan ona əyri baxan, tamaq salan olmaz. Oturub evdə balalarına ağılla, başla tərbiyə verər. Kişi də arxayınçılıqla gedib ailəsinə çörək pulu qazanar. Geri yanından yaran qalmaz. Fikirləşməz ki, görəsən arvadım hardadır, neyniyir? Anam bacım, belədir, ya belə deyil. Bəlkə səhvim var. Elədir, dərdin ürəyimə gəlsin. Elədir. Ana tələsik razılaşdı. İşin tez düzəlməsi xatirinə Cüməyevə yarandı. Düz sözə, haqlı qınağa ağılsızlar cırnıyar. Lap doğruca deyirsən. Quranın ortasından xəbər verirsən. Gözəl arvadın həm də nazı qəmzəsi çox olur. Bəzəy-düzəyə, sığala tumara artıq iştah göstərir. Könlündən həmişə naz-neymət içində bəslənmək keçir. Əhsən. Baban oldu cənnətdə. Nənən də behişdə. Cüməyev girəvəni ötürmədi. Ananın dilindən tutub tam açıq söhbətə geçdi. Lap mənim adamımsan vallah, ürəyimi oxuyursan. Bəs bunun üçün neynəmək lazımdır? Necə deyərlər? Elini hürküdüb axsağından yapışmaq. Yəni, tanıdığın, bildiyin, hər cəhətinə halı olduğun adamın qızını almaq. Siz valideynlər gərək bu şərti oğlunuzun qabağında siftədən qoyaydınız. İmkan verməyəydiniz, dərə təpiyə düşsün. Ay sağ olmuş, bizim nədən xəbərimiz vardı? Ovcumuzun içini ha eləməmişdik. Şəmil kişi təlx ovqatla dilləndi. Hardan biləydik? O kimi sevir. Kimlə oturub durur? Biz kətdə, o rayon mərkəzində. Fil qulağında yatıbsan Şəmil kişi. Boynunu al. İndi də hələ mürgüdəsən. Cüməyev cinləndi. Nəcür olur ki, bu məsələ bütün rayonda zurna çalır. Hamı eşidir, bilir. Amma doğma ata-ana heç nə bilməyir. Bir məni başa sal görüm, necə olur bu? Şəhrabanı arvad təşvişlə araya girdi. Barışıq mövqeyində durdu. Hirslənmə başına dönüm. Qınama kişini. Lalkar olmuşuq, eşitməmişik. Eşitsəydik, heç qoyardıq mı bu həngamələr törəsin?
Deməli, oğlunuzun taleyi ilə az maraqlanıbsınız da? Yox, qadam mənə gəlsin. Çox maraqlanmışıq. İntihası demişik, ağlı başında oğlandı. Özü öz işini yaxşı bilər. Şəmil kişi yerə baxa-baxa əlavə etdi. Bir də axı, kənarda çox söz deyilir. Hər ağızdan bir avaz gəlir. Hərə öz ürəyindən keçəni danışır. Necə inanasan? Cüməyev bir ayağının üstünə qalxıb Hacı Leylək sayağı dayandı. Bağışla Şəmil kişi, avam söz danışırsan. Elin ağzı faldı deyiblər. Bunu da bilmirdin. Düzdür, ağrın alıb, düzdür. Başı soyuqluq eləmişik. Haqqına qınayırsan bizi. Şəhrəbana arvad yenə qabağa durdu. Ərini əli ilə geri təliyib son sözü özü dedi. Hər nə olub, dünəndə qalıb. Unudaq getsin. Keçi öldü, qotru kəsildi. Allaha şükür. Deyilənə görə o qız daha yoxdur burada. Çıxıb dağılmışlarına gedib. İndən belə ipini yığarıq oğlumuzun. Qoymarıq dərə təpə gəzsin. Axtarıb sən buyuran kimi. Öz el-obamızdan qız taparıq. Daha axtarmaq nə üçün? Qız var da. Cüməyev söz kəsənliyi ilə anaya düzəliş verdi. Adı onunla çıxan qız. Boy, hələ bu da var imiş. Şəhrabanı arvad heyrətdən tez-tez kiprik çaldı. Allah, hoydu Allah. Bu birisi hardan peyda oldu? Onu oğlundan soruş. Cüməyev üzünü bozartdı. Bir əlində 2 qarpız tutmaq xəyalına düşüb oğlun. Ata-ana qəmgin-qəmgin baxışdılar. Şəmil kişi boğazında nəsə qalmış kimi çətinliklə udqunub mat-mat soruşdu. O qız kimdir elə? Nə canlı cinnidir? Cüməyev narazılıqla başını buladı. Şəmil kişiyə sallaq qaş altından nüfuz etdi. O qız biraz mənə simsardı. Daha doğrusu xalam nəvəsidir. Sizin mürvətlə bir idarədə işləyirlər. Aşıq məşuqluqları da çoxdandı. Onda bu müəllimə əhvalatı hələ ortaya çıxmamışdı. Müəllimə peyda olandan sonra oğlan onu atıb bu birindən yapışıb. Ata-ana gözaltı yenə baxışdılar. Şəmil kişi bığının altını qaşıdı. Şəhrəbanı arvad dodaqcı qımışdı. Oğlu ilə fəxr elədi. Bu görünməmiş şeydi, dedi. Gözdə nəzərdə olan oğlana çox qızın ağzının suyu axır. Cüməyev əlini yellədi. Rəhmətliyin qızı, dedi. Sifəti ciddiləşdi. Elə deyil, Sənin oğlun qıza əlzad atıb, yoldan çıxardıb. Qız da ölür onun üçün. Bu biri əhvalatdan xəbər tutandan bəri də yorğan döşəyə düşüb, havalanıb. Həkimlər deyir ki, əgər oğlan onu almasa, qız həqiqətən dəli ola bilər. Şəhrabanı arvadın bağrı yarıldı. Solğun bənizi bozarıb kül rəngi aldı. Nəsə demək istədi, bacarmadı. Şəmil kişinin ürəyindən qara qanlar axdı. Giley dilini yandırdı. Qaramat bizi yaman basıb. Yağışdan çıxmamış yağmura düşürük. Suçumuz, günahımız nədir ilahi? Hələ harasıdır Şəmil kişi? Sən gerisindən qox. Cüməyev ağciyər ata-ananı lap qorxuzdu. İşin ağrı irəldədir. Vaxtında qabağını almasanız, başınız çox ağrıyacaq. Qızın özü də, valideynləri də oğlunuzdan şikayətçidirlər. Prokurorun adına ərizə yazıblar. Məsələni qanun yolu ilə qaydaya qoymağı xahiş edirlər. İstədikləri nədir? Özgə nə istəyəcəklər? Tələb eləyirlər ki, oğlan qızın adından ləkəni götürsün. Nətər? Bunun ayrı təri yoxdur ki. Alsın onu, vəssalam. Axı, axmaqsı qurtarıb Şəmil kişi. Cüməyev aman vermədi. Məsələ sən düşündüyü kimi deyil. Qızın atası göylə əlləşir. Bu, ailə namusudur, deyir. Qız ismətinin tapdanması ölümə bərabər işdir, deyir. Məsələ el adəti ilə həll olunmasa, mən başıma papaq qoyub cəmaat arasına çıxanmaram, deyir. Ata-anadan cınqır çıxmadı. Dəhşətdən tamam qamaşdılar. Cüməyev hədə-qorxu təlqininin nəticəsini müsbət görüb, arxayın davam etdi. Mən o ərzələri hələlik özümdə saxlamışam. Prokurora göstərməmişəm. Bilirəm ki, o bundan xəbər tutsa, mürvətə daha heç birimiz kömək edə bilməyəcəyik. Oğlunuzun kələyini kəsəcək. Xal oğlumu da qılıqlayıb biraz sakitləşdirmişəm. Başa salmışam ki, rəsmi şikayət filan lazım deyil. Oğlan tərəfi də. Özümüzü də cəmaat içində biyabır eləyərik. İşi sülh yolu ilə yoluna qoymaq məsləhətdir. Necə olsa da bir elin, obanın adamlarıyıq. Pisimiz də, yaxşımız da özümüzünkidir. Məsləhətimə qulaq asdı. İşin xeyir şərini mənə həvalə elədi. Mən də görürsünüz ki, bacardığımı əsirgəmirəm. İndi söz sizindir. İşin müsbət, ya mənfi həlli siz valideynlərdən asılıdır. Buyurun, fikrinizi deyin. Mən xal oğluma nə çatdırım? İllacı kəsilmiş Şəmil kişi çox düşünüb az danışdı. Biz nə deyə bilərik? Gərək oğlanın ağzını arayaq. Cüməyevi hirs hikkə götürdü. Güdmül ayaqlarının birini irəli,
O birini geri qoyub, qəzəb əsməcəsi ilə dingildədi. Əşşi, siz nə çətin adamlarsınız. Oğlunuz da elə hindimid özünüzü oxşayıb. O əllərini yanlarına çırpdı. Yekə başını sağa sola idi. Vay, vay, vay. Bayaqdan bəri ağzımda bir quranlıq söz danışıram. Açılması qadağa olunmuş sirləri açıqlayıram. Gizli mətləblərdən agah eləyirəm. Yenə də yaxşılığı anlamırsınız ki, anlamırsınız. Başa düşün ki, o qızı almaq oğlunuz üçün sərfəlidir. Atasının varı halı aşıb daşır. Şan şöhrəti bir rayon tutmur. Düzəlməz işləri düzəltməyə gücü də çatır, imkanı da. Bu saat oğlunuz havadadır. Nə vaxtı vəzifədən də çıxardıblar. Həbsdən buraxdırsaq da avara sərgərdan qalacaq. Çörək pulu tapa bilməyəcək. Qeysərlinin qorxusundan heç kəs onu idarəsinə işə götürməyəcək. Xaloğlu isə onu öz vəzifəsinə də qaytartdırar, hələ ondan da yaxşısına irəli çəkdirər. Qızının xatirinə heç nəyini əsirgəməz. Qız da ki ölür, əldən gedir oğlunuz üçün. Qul olub bütün ömrü boyu duracaq qulluğunda. Daha nə lazımdır sizə? Şəmil kişi qaşlarını ağır-ağır çatıb, burnu uzunu yerə baxdı. Dərin tərəddüd içində dilləndi. Biz nə deyə bilərik, ağrın alıb. Oğlumuzu nə cürə başa salıb yola gətirə bilərik ki, o dustaqxanadadır, biz burada. Heç üzünü görürük ki, 5-10 kəlmə söz kesək. Dərddən üzülmüş Şəhrabanı arvad özünü yenə irəli atdı. Cüməyevin əl-ayağına düşdü. Ağrın acım mənə gəlsin, ay qardaş. Oğlumu bu merət dustaqxanadan qurtar. Ondan sonra hər nə deyirsən eləyək. Mən özüm sənə söz verirəm. Onu ipə sapa gətirmək mənim boynuma. Yaxşı, oldu. Cüməyev döşünü irəli verib geçəxanalandı. Mən boş yerə çənə ağrıtmıram. Dediyim sözün ağasıyam. Oğlunu sən məndən istə. Sonra təkəbbürlə dönüb Şəmil kişiyə sataşdı. Hə, Şəmil kişi, sən zıqqı adam sanmış. Arvadın səndən ürəkli çıxdı. Arvad sən, kişi o olasıymış. Şəmil kişi fağır-fağır köks ötürdü. Məni qınama Cümə müəllim, dedi. İş nəhs gətirəndə halva da diş sındırır. Mürvət boynuburuq ata-anasını araldan gördü. Ağrılı qəlbi biraz da bərk ağrıdı. Mənim ucbatımdan bu yazıqlar da dərdə azara düşüblər. Milis müstəntiq qapılarında əsir-yesir olublar, düşündü. Dərhal da ağlına bir fikir gəldi. Müşayiətçi milisənerdən xahiş edim, məni ayrı yolla aparsın. Bu vəziyyətdə onların gözünə görünməyim. Acizanə dedi. Mümkünsə başqa yolla gedək, anam görməsin. Müşayiətçi milisəner ciddi şəkildə başını buladı. Yol burdandır. Mürvət xəcalətindən üzünü yana çevirib addımlarını yeyinlətdi ki, anasının gözünə görünməsin. Lakin məsafə yaxınlaşanda ayaqları öz-özünə yavaşıdı. Şəhrabanı arvad hıçqıra-hıçqıra oğlunun üstünə yüyürdü. Mürvətin özü də qeyri-ixtiyari ona sarı meyilləndi. Müşayiətçi milisəner sərt hərəkətlə qabağı kəsdi. Olmaz, görüşməyə icazə yoxdur. Göz çuxurlarında silələnmiş yaş ananın üzü aşağı muncuq-muncuq diyirləndi. Boğazını qəhər boğa-boğa. Dodaqları rezin tək dartılıb titrəyə-titrəyə aman dilədi. Oğlunu bircə dəfə bağrına basmağa rüsxət istədi. Bu dəmdə özünü yetirmiş milis zabiti bir qədər mülayimliklə. Tələsmə ana, dedi. Görüş veriləcək. Səbirli ol. Mürvət xəstəxal anasının başqa bir milisanerin qolları arasında çırpına-çırpına uzaqlaşdırıldığını, beli bükünüb donqarlanmış atasının ayaqlarını güclə sürüyüb köməyə gəldiyini və arvadını dilə tutduğunu duman içində seçdi. Dünya başına fırlandı. Gördüyü bu müthiş mənzərə özünün soyuq, qaranlıq təcridxanada çəkdiyi əzablardan ona qat-qat ağır təsir etdi. Mürvəti kiçik bir otağa gətirdilər. Köhnə yazı masası və 3-4 taxta səndəldən başqa heç nəyi olmayan, pəncərəsi dəmir barmaqlıqlı bu çılpaq otaq müqəssirlərin dindirmə yeri idi. Pəncərəyə yaxın qoyulmuş yazı masası arxasında elə mürvət yaşda, qaraqabaq bir gənc oturmuşdu. Mülki geyimli bu gənc müstəntiq idi. O diqqətini qarşısındakı kağızlardan ayırmadan mürvəti yaxına dəvət etdi. Önündəki boş səndəli göstərib əyləşin, dedi. Və dindirmə vərəqəsini açıb sorğu-suala başlayanda Cümət Cüməyev şəslə içəri girdi. Onun dalınca da Şəmil kişi və arvadı astanada göründü. Cüməyev irəli keçib mürvətə hündürdən salam verdi. Ondan cavab almasa da keyfini soruşdu. Sonra da müstəntiqə, sən hələlik işini dayandır, dedi. Get o bir işlərini gör. Lazım olanda özüm çağırtdıracam səni. Müstəntiq dərhal yığışıb otaqdan çıxdı.
Həmən anda bayırdan ağır ayaq səsləri və gürrəli sorğu eşidildi. Müqəssiri gətirmisiniz? Bəli, içərdədir. Cüməyev valideynləri tələsdirdi. Tez görüşün. Sonra da çəkilin durun qıraqda. Oğlunuzla söhbəti prokuror gedəndən sonra arxayınca eləyərsiniz. Ona vaxt olacaq. Həsrətlilər düzəməlli görüşməmiş qapını taybatay açdılar. Sahib Qeysərli əlləri arxasında yırğalana-yırğalana astanaya ayaq qoydu. Üstü işıltılı çəkmələrini qəsdən yerə möhkəm basıb, cırıldada-cırıldada yuxarı başı keçdi. Müstəntiqin yerində yan pörtü əyləşib, çənəsini ovcu içinə aldı. Mürvəti şahanə təkəbbürlə süzə-süzə qımışdı. Hə, Müsye Mürşüdlünün keyf-əhvalı necədir? Soruşdu. Mürvət dinmədi. Başını qaldırıb rəqibinə baxmadı. Haçansa belə naqis görüşü, qeyri-bərabər vəziyyətdə qabaqlaşmanı gözləmişdi. Ancaq bu qabaqlaşma valideynlərinin iştirakı ilə olacağını, ata-ana yanında şəxsiyyəti alçaldılacağını qətiyyən fikrinə gətirməmişdi. Qəzəbdən bərk qovuşuruldu. Ata-ananın da damarlarından soyuq, qıcıqlı bir rəşi keçdi. Bu ədalı, iddialı adamın qansızlığı, ifrat amansızlığı onların öləzik ümid odunda yenicə sinməyə başlamış intizarlı ürəklərinə qara qızdırma üşütməsi saldı. Zəhmi necə ağır idi bu adamın. Amma bu hələ harasıymış. Qeysərli xüsusi cırnaqla mürvəti təpədən dırnağa gözdən keçirib, iynə sancağını onun əsəblərinə daha dərin sancdı. Maşallah, əməllicə qəddə düşübsən Mürşüdlü. Boynun armud saplağı kimi incəlib. Gözlərin də qotur qarğa gözləri tək bozarıb. Necədir indi sənin üçün? Vəziyyətindən razısanmı? Mürvət doğrudan da candan düşmüşdü. Çox arıqlamışdı. Lap tanınmaz olmuşdu. Ovurtları çökəlib bir-birinə yapışmış, gözləri çuxura düşmüş. Həmişə sığallı saçları pırtlaşıb cəngə-cəngə olub alnına yapışmışdı. O özünü nə qədər bərkitsə də, səbirli, dözümlü olmağa çalışsa da, həddini aşmış bu həyasızlığa heç cürə tab gətirə bilmədi. Astadan, lakin acıq qeyzlə. Niyə? Səyiniz hədər getməyib, dedi. İntiqamçılıqda vəzifəniz karınıza gəlib. Qeysərli atmacanı bir zərrə vecinə almadı. Qaranquş qanadına bənzəyən nazik, şəvə bığını çeçələ barmağının ucu ilə qurdalaya-qurdalaya qılçını qılçının üstünə aşırdı. Gözləri kinli təbəssümlə qıyıldı. Belə kara gələn bir vəzifə bacarırdınsa, sənin də olaydı da. Qabağına kim durmuşdu? Mürvət əvvəlkindən də sərt və ötkəm cavab verdi. Hər halda o sizə müstəsna biliyə, bacarığa görə nəsib olmayıb. Bəs nəyə görə nəsib olub? Qeysərlinin rişxən təbəssümü sönüklədi. Özünüz yaxşı bilirsiniz niyə görə. Yox da, mənim bilməyim öz yerində. Buyur, görək sən nə bilirsən. Özünü kişi sayan, gücünə güvənən adam açıq danışar. Oxu atıb yayını gizlətməz. Öz adınızı mənə qoymayın. Mənim gizlin heç bir işim yoxdur. Nəyim var, hamısı açıqdadır. Yox da, sözün ahəngindən, deyiliş tərzindən hiss olunur ki, nəyəsə eyham vurursan. Kişiliyin çatır əgər, açıq danış. Eyhamlar, üstörtülü mənalar arxasında gizlənmək acizlikdir. Şəmil kişi yaxın durub oğlunun ətəyini dartdı. Başı salmağa çalışdı ki, söz güləşdirməsin. Höcət yeri deyil. Mürvət atasının işarətini əlbəttə anlayırdı. Lakin daxilində anbaan artan qeyzin cilovunu çəkməyə gücü çatmadı. Mənim də yüksək rütbəli dayım olsaydı, bəziləri kimi fələyə kələk deyərdim. Qeysərlinin qarabuqdaya çöhrəsinə tünd qəzəb qızartısı çiləndi. Hirs səsini boğdu. Mürşüdlü, deyib yırxalandı. Belə görürəm, sən o yekə başını cora salamat aparmayacaqsan. Şəmil kişinin prokurordan gözü su içmədi. Oğlunun ətəyini gizlindən daha bərk tatdı. Üstəlik də böyrünü dümsüklədi ki, sussun. Heç bir cavab qaytarmasın. İşləri korlayar. Ancaq Mürvət artıq cinatında idi. Sahib Qeysərlinin təhqirini heç cürə sinirmədi. Təslimçilik ruhu bu anlarda ona tamam yad idi. Toxunulmuş heysiyyatı onun dilinin ehtiyat kilidini də qırdı. Siz öz başınızdan müğayət olun, yoldaş Qeysərli. Prokuror çılğın hikkə ilə çımxırdı. Yoldaş yox, vətəndaşdır. Məndən sənə yoldaş ola bilməz. Prokurorun cinayətkarlarla nə yoldaşlığı? Yekəbaşlıqda nəl çək. Mürvət əlatsızlıqdan xırıldadı. Səsini istər-istəməz həzin ahəngi salmaq məcburiyyətində qaldı. Amma lazımı cavab verməmiş dincəlmədi. Mənim başımın yekəliyinə lağ eləməzdən əvvəl öz başınıza baxın. O mənimkindən daha yekədir. O ki qaldı başı cora salamat aparıb aparmamağa, bu barədə hökm vermək tezdir.
ki ora kim başlı, kim başsız gedəcək, sonra bilinəcək. Onu zaman göstərəcək. Qeysərli cavab tapmayıb qəzəblə qəhqəhə çəkdi. Sonralara çox iştahlısan mürşüdlü. Fikirləşdiyini qulağının ardını görən kimi görərsən. Onu da zaman göstərər. Mürvət bu söz atmacalarına axıra qədər tab gətirməyə özündə güc topladı. Son sözünü biraz da hirsli və tutarlı söylədi. Heç darıxmayın. Sizin də taxtınızın tarımar günü gələr. O gün uzaqda deyil. Sahib Qeysərli daha dözmədi. Öz gücünün tükəndiyini hiss edib vəzifə zorunu işə saldı. Dili dibindən kəsilməli adamsan mürşüdlü. Sən islah olunan deyilsən. Qozbeli qəbir düzəldər. Deyib, böyründə iki qat dayanmış Cüməyevə sarı qandırıldı. Bunun ağlı hələ başına gəlməyib. Mənim adımdan göstəriş ver. Aparıb bir də salsınlar o qoduqluğa. Tövbə deməmiş, qələtini boynuna almamış, işıq özünə həsrət qoyun. Şəmil kişinin başından aşağı sanki bir qazan qaynar su töküldü. Ofultusu yanında bürüşmüş arvadını da zarıtdı. Oğluna ərkli-ərkli acıqlandı. Sən ha vaxtacan höcətini yeridəcəksən? Ha vaxtacan bizi qapıları salıb süründürəcəksən? Gözümüzün kökünü sıratdıracaqsan. Qurtar da bu inadını. Bəsdir daha. Sonra Qeysərliyə üst tutub yazıq-yazıq yalvardı. Ağrın alım, prokuror, dedi. Etmə, eləmə. Çevir bizi balalarının başına. Ona yox, biz qocalara rəhmin gəlsin. Ver onu bizim öhdəmizə. Aparıb evdə tənbih eləyək. Qoymarıq bir də lazımsız işlərə baş qarışdırsın. Ayaq üstə zorla dayanmış şəhrabanı arvad dizlər üstə çöktü. İməkləyib Qeysərlinin qılçalarını qucaqladı. Azar-bezarım mənə gəlsin, qardaş. Bağışla onu bizə. Ömrümüz boyu sənə duaçı olarıq. Elə bilginlə, öz anan sənə minnətə gəlib. Oğluna, qızına qurban olum. Bıraxdır balamı, aparım özümlə. Qeysərli qalın qaşlarını 2-3 dəfə qaldırıb saldı. Gözlərini süzdürə-süzdürə Cüməyevə baxdı. Güya ki, heç nədən xəbəri yoxdur. Rəsmiyyətlə soruşdu. Bunlar kimdir? Cüməyev şeytan irişdi. Mürşüdlünün valideynləridir, sahib müəllim, dedi və tezcə də ciddiləşdi. Bu binəvalar bir sarsaq övlad ucbatından köykür olublar. Neçə gündür bura ayaq döyürlər. Yollarda, izlərdə qalıblar. Yazıqlar neynəsinlər? Evlad pis olanda xəcalət ata-anıya çatır. Sizin ürəyiniz böyükdür, sahib müəllim. Mən də öz tərəfimdən təvəqqəyəm sizə. Gəlin bu dəfə də keçək onun günahından. Qoy bu axırıncı dəfə olsun. Qeysərli oturacaqdan hikkə ilə ayağa sıçradı. Eyni anda həm başını, həm də əllərini yellətdi. Olmaz, deyib ağır ləngərlə qapıya yönəldi. Şəmil kişi zarıncı səslə imdad dilədi. Başına dönüm, prokuror. Diri gözlü öldürmə bizi. Mağımın qaytarma buradan. Bu ağ saç saqqalıma rəhm elə. Qeysərli qırmını pozmadı. Yalvar yaxara zərrəcə məhəl qoymadı. Mürvət atasını məzəmmət etdi. Niyə yalvarırsan ata? Özünü niyə alçaldırsan? Qəddar düşmən qarşısında əyilmək ölümdən pisdir. Prokuror qapıdan çıxan kimi içəri 2 milisioner girdi. Mürvəti qabaqlarına qatıb apardılar. Şərəbanı arvad özündən gedib döşəmiyə sərildi. Mürvəti təcridxanada 2 həftədə saxladılar. Tamam üzülüb əldən düşməmiş buraxmadılar. O evdə bir gecə gündüz ac susuz yatdı. Rahat yorğan döşək mənəvi işgəncələrdən qurtulmuş bədəninə məstedici dinclik vermişdi. Yuxudan doymurdu. 2-ci gündə axşamadək oyanmadı. Valideynləri, ona canı yanan qohum-qonşuları bundan təşvişə düşdülər. Belə yatış heç yaxşı əlamət deyildi. Bəlkə xəstələnmişdi. Həbsxanada nəsə eləyib bu hala salmışdılar. Gümanları 100 yerə getdi. 2-ci günün axşamı Mürvətin yatağının başına cormalaşdılar. Silkələyib üzünü asta-asta şillələyib zorla oyatdılar. Bir stəkan ədvalı çay içirtdilər. Dadlı toyuq şorbası pişirmişdilər. Yarım boşqab yedirtdilər. Lakin Mürvətin kipriklərindən sallanmış, boynunu bükmüş mürgüsünü heç nə ilə dağıda bilmədilər. Yeməkdən sonra o daha bərk, daha şirin yuxuya getdi. Nigarançılıq artdı. Adam göndərib rayon mərkəzindən tanış həkim gətirdilər. Bilgi, bacarığı ilə cəmaat arasında hörmət qazanmış bu həkim Mürvəti ciddi müayinədən keçirdi. Qan təzyiqini ölçdü, ürəyini yoxladı, ciyərlərini dinlədi və heç bir qorxulu xəstəlik əlaməti tapmayıb valideynlərə təskinlik verdi. Arxayın işinə qayıtdı. Mürvət 3-cü gün oyandı. Günortaya yaxın özü heç kimin səyi, köməyi olmadan qalxıb giyindi. Həyət bacıya çıxdı. Meyvələri çoxdan sovulmuş,
Yarpaqları sapsarı saralıb tökülməyə başlamış ağaclar arasında yorulunca gəzindi. Evə qayıdıb yaxşı-yaxşı yuyundu. Acdığını bildirdi. Adi vaxtlarda olduğu kimi anasından qayğanaq bişirməyə xahiş etdi. Bu, onun səhərlər ən çox sevdiyi yemək idi. Anası oğlunun xahişini böyük şadlıqla qarşıladı. Bişirdiyi qayğanağın üstünə bir-iki qaşıq bal da tökdü. Oğlunun zövqünə bələd idi. Ballı qayğanağı daha çox xoşlayırdı. Mürvət xörəyi iştahlı yedi. Üstündən də 2 stəkan çay içib yenidən həyətə çıxdı. Həmən gündən o, bir qayda olaraq hər səhər tezdən oyanır. Bağ-bağçada qurdalanan qardaş bacılar arasında görünür. Gücü çatan işlərə əl yetirirdi. Amma bətbənizindən, gözlərinin kökündən həbsxana sarısı, havasızlıq illətləri hələ də çəkilib getməmişdi. Tərpənişində, davranışında müəyyən süslük, halsızlıq nişanələri aşkar sezilirdi. Lakin qorxusu yox idi. Bir həftəyə, uzaqbaşı yarım aya bunlar ötüb keçəcəkdi. Hər şey öz qaydasına düşəcək, bədən köhnə qəddini alacaqdı. Mürvət uşaqlıqdan sağlam böyümüşdü. Məlum hadisəyə qədər heç bir xəstəlik keçirməmişdi. Üstəlik də həmişə idmanla məşğul olmuşdu. Belə adamlar ötəri bədən nasazlıqlarını tezcə bərpa edə bilirlər. Lakin mənəvi nasazlıqların bərpası müşkül iş idi. Qarşıda çox ciddi məsələlər dururdu. Nakam məhəbbətinin xiffətini o hələ çoxmu çəkəcəkdi? Həqiqi istəyini bu tezliklə unudub, Cüməyevin qohumu qızla evlənməyə razılıq verəcəkdimi? Qız evinin adamları əl çəkmirdilər. Mürvət dustaqlıqdan buraxılan günün ertəsi Şəmil kişini idarəyə çağırtdırıb məsələni qəti qoymuşdular. Oğlan işi təxirə salmadan 3-4 günə ya Şəhla ilə evlənməlidir, ya da yenidən həbsxanaya qayıtmalıdır. Əhvalatdan xəbərsiz Mürvət indi bu yolun hansını seçəcəkdi? Ata-ana nəsihətini, qohum-əqrəba məsləhətini eşidəcəkdimi? Günlər ötdükcə ata-ana nigarançılığı artırdı. Bilmirdilər başlarına nə çarə qılsınlar. Atalar bu yerdə deyiblər ki, ağıllı fikirləşincə dəli vurub çay keçir. Qızın valideynləri oğlangili zəhməti salmadılar. Bir səhər tezdən günəş hələ gün doğana zolaqlamamış, qəhvəyi rəngli qaz 24-9-da fit verib əyləndi. Təzəcə ayaqlaşıb həyət bacada işlə məşğul olan Şəmil kişi və arvadı dərin təlaş içində boylanışdılar. Bu nə maşın idi? Sabahın gözü açılmamış kim idi onların qapısına gələn? Gizli qorxu içində qoşalaşıb darvazaya doğru yeridilər. Maşındakılar Cüməyevin xalası oğlu ilə arvadı idi. Qızlarını gətirmişdilər. Sükan arxasında əyləşmiş kök, pəzəvən kişi Cüməyevin xalası oğlu. Dodaqucu salam verib şəhadət barmağının işarəsi ilə Şəmil kişini yaxına çağırdı. Şəmil kişi heyrətdən donub, maşındakılara maddım-maddım baxdı. Gözlərinə inanmaq istəmirdi. Cüməyevin hökümlü səsi eşidildi. O qabaq oturacağın içinə cumub, onsuz da balaca boynunu qısıb, özünü kənar nəzərlərdən gizlətmişdi. Təhlükə hiss eləmiş ceyran kimi döyükmə Şəmil kişi. Zəhmət çək irəli dur. Gəlini bizdən təhvil al. Dünəndə, sırağa gündə çox gözlədik yolunuzu, gəlib çıxmadınız. Deyəsən ağı vədə xilaf çıxmısınız. Oğlunuzu yanınızda görüb, öhdə şərtimizi unudubsuz. Sizin əziyyətinizi yenə biz çəkməli olduq. Şəmil kişi nəhayət gözünə gəldi. Qabağa durub gözlərini döyə-döyə soruşdu. Hansı öhdə şərti? Cüməyevin xalası oğlu gücə düşmüş pəhlivan kimi hıqqıldadı. Hə, buna bax ey. Utanmaz hələ soruşur da ki, hansı öhdə şərt? İndi beləsinə neyniyəsən? Cüməyev yenə də özünü göstərmədən boz-boz. Bizi dolama Şəmil kişi. Özünü bilməz yerinə qoyma, dedi. Güman eləmə ki, oğlun həbsdən çıxdı, hər şey qutardı. O bax, bu lələşiyin zamanlığı, təvəqqi və minnətləri ilə azad olunub. Özün yaxşı bilirsən bunu. Məcbur elərsən, apartdırıb yenidən saldıraram qoduqluğa. Bir yolluq başa düş ki, vədə xilaflıq, sözdən yayınmaq heç kəsə bağışlanmış. Şəmil kişi bürüşdü, dili topuq çaldı. Vədə xilaf çıxmamışıq, ağrını alım və heç vaxta çıxmarıq. Nəyi dediyini, söhbətin nədən getdiyini qanamıram. Yəni, belə keyqafa olubsan, Şəmil kişi. Cüməyev lağla güldü. Axı sən mətləbi çətin qanan deyildin. Bir neçə gün əvvəl də sözü ağızdan qapırdın. İndi birdən-birə nə oldu sənə belə yadsızladın? Şərtlərimizi nə tezcə unuttun? Mənə nə olduğunu Allaha şükür. Sən daha yaxşı bilirsən, Cümə müəllim. Şəmil kişi səsini qısıb, lap fağır-fağır cavab verdi. Yaxşa düşüb, üst-başı heç qurumamış adamın təpəsini dolu da döyəndə ondan nə gözləyirsən? Cüməyevin xalası oğlu dözməyib bir də hıqqıldadı.
Hə, əcəb işdi vallah. Nadanına şükür ilahi. O maşının pəncərəsindən çölə uzanmış əlini az qaldı Şəmil kişinin gözünə soxsun. Dolu hələ döyməyib sənin təpəni. Qorx ki, bundan sonra döysün. Bu vaxta qədər əli üzündə qalıb, gendə dayanmış Şəhrabanı arvad da yaxına gəldi. Cüməyevin xalası oğlunun hərbə zorbasından tamam karıxmış ərini dirsəyi ilə geri təliyib söhbətə qarışdı. Kişini qınamayın, aqurvanınız olum. Dərddən başımızı itirmişik. Nə deyirsiz, ona qaylıq. Vədə xilaf döyülük. Şəmil kişi təmkinini toplayıb yenidən irəli durdu. Səsinə qətiyyət verdi. Hə, indi qandım, yadıma gəldi. Cavanların evlənmək məsələsini deyirsiz. Cüməyev dərindən nəfəs aldı. Allah çox şükür ki, qana bildin. Şəmil kişi fikrə gedib duruxa. Verdiyimiz sözə əməl eləmək borcumuzdur, dedi. Ona bir ehtirazımız yoxdur. İntihası gərək bizi tələsdirməyəsiz. Möhlət verəsiz ki, oğlan biraz özünə gəlsin, ağlı başına cəmlənsin. Deyilən sözü, olunan məsləhəti əsəbsiz filansız eşidə bilsin. Hələ çox halsızdır. Dustaqlıqdan gələli yuxudan doymurdu. Daş kimi yatırdı. Dünəndən bəri də ayaqlaşıb qapı bacıya çıxır. Adam qəddinə indi düşür. Qaça-qaç deyil ha. Qoy bir həftə zad da geçsin danışaq. Bu elə işdi ki, gərək çəmini tapasan, ağılla düzüb qoşasan. Tələsmək hər şeyi korlayar. Cüməyevin xalası oğlu hövsələ etməyib tıskırdı. Sükan arxasında zorla yerləşən bədənini hirslə sağa sola qanırdı. Maşın yırğalandı. Aferistlik eləmə a kişi, deyib yekəpər əlini çəlimsiz Şəmil kişinin burnunun ucunda oynatdı. Yolun altını, üstünü əkmə. Nə bir həftə, nə möhlət. Mənə çələ gələnməzsən. Məsələ elə indi, bu dəqiqə həll olunmalıdır. Uşağı gətirmişəm, sahib durmalısan. Onu qaytarıb geri aparası deyiləm. Bir qulaq as, söz bir olar, qurtardıq. Hirslənmə, ağrını alıb, hirslənmə. Şəmil kişi aranı yumuşatmağa çalışdı. Acıq tutası bir söz demədim ha. Dediyim odur ki, elə eləyək nə şiş yansın, nə kebab. Eldən gündən çıxarı iş tutmayaq. Sonra tən töhmət adda qalarıq. Belə şey heç yanda görünməyib. Heç eşitməmişik də desinlər filankəs özü qızını götürüb aparıb oğlan evinə. Bu nə sizə yaraşan işdir, nə bizə. Bir həftə dözməyə səbriniz çatmışsa, heç olmasa 2-3 gün dözün. İmkan verin oğlan dirçəlsin. Başını gözünə döyüb razılığını alaq. Xalq adətincə, qapınıza gedib gəlinimizi şan şöhrətlə gətirək. Yoxsa ölüncə töhmət adda qalarıq. Cüməyev axır ki özünü göstərməli oldu. Oturacaqda dikəlib hikkəli xaloğlusuna nə isə pıçıldadı. Sonra çiyinlərini silkəliyə-silkəliyə Şəmil kişiyə sarı döndü. Maşının pəncərə şüşəsini aşağı salıb, sən də hardasa haqlısan, Şəmil kişi, dedi. Əlbəttə, elin qınağı pis şeydir. Adamı gözü kölgəli eləyir. İntihası bir iş də var ki, əhvalat artıq dilə düşə düşüb. Onu bilməyən, eşitməyən azdır. Bunun çarəsi elə bu yolla bəllidir. Bir məsələni hər tərəfli götürqü eləmişik. Fikirləşdik ki, oğlunuz çox tündməcaz oğlandı. Xəyal plov cavandı. Sizi eşitməyə də bilər. Məsləhətə filana yatmaz. Ortaya təzə həngamə çıxar. Ona görə də bu variantı seçdik. Tezdən götürüb gəldik ki, görən eləyən olmasın. Vaxt itirmə, cəld ol, düşür gəlinini, apar evə. Şəmil kişinin matı qutu bir də qurudu. Dili söz tutmadı. Cüməyevin xalası oğlu Şəmil kişinin tərpənməsini gözləmədi. Özü tərəfdən maşının dal qapısını açıb, qızına nifrətlə çımxırdı. Düş rədd ol. Gör məni kimlərin ayağına gətiribsən. Hansı yaramazlara çənə döydürürsən. İtil, gözüm görməsin səni. Şəhla büzüşə-büzüşə qırıq hıçqırıqlarla maşından düşdü. Cüməyevin xalası oğlu qapını zərblə örtüb, Şəmil kişiyə zəhəmli-zəhəmli baxdı. Bax ha, yadında möhkəm saxla. Bu qızın öldüsünə də, qaldısına da başınla cavab deysən. Ona bir xətər ətərdə isə bütün nəslinizi kürütdürəcəm yer üzündən. Və maşına qaz verdi. Yerindən xam ürgə kimi sıçrayan Volqa iti sürət götürdü. Torpaq yolda sarımtıl toz zolağı qoya-qoya gözdən itdi. Qız ətrafını bürümüş toz dumanı içində bir neçə an çaşqın dayandı. Gah Şəmil kişiyə, gah da Şəhrabanı arvada hürkə-hürkə boylandı. Sonra yüyürüb özünü ananın üstünə saldı. Hündürdən hönkürdü. Ailə 2 gün sülh şəraitində yaşadı. Şəmil kişi ilə Şəhrabanı arvad xəlvətdə pıçıldaşıb qərarı almışdılar ki,
Gəlinin gətirilməsini hələlik Mürvətdən gizlətsinlər. Özü duyuq düşənə qədər üstünü vurmasınlar. Hərdən bir söz gəlişi söhbət salsınlar. Tanıdıqları, bildikləri el-oba qızlarını, o cümlədən də Şəhlanı tərifləyib üstü bəzək, altı təzəkləri pisləsinlər. Elini hürküd, axsağından yapış siyasəti yeritsinlər. Bəlkə Allah tərəfi olub vəziyyəti başa düşüb, oğlanın özü könüllənə. Şəhlaya da təkidlə tapşırdılar ki, onun gözünə qətiyyən görünməsin. Bir neçə gün aralı hərlənsin, həyat bacıya çıxmasın. Yoxsa özünü də, onları da xatıya salar. Lakin nə qədər cəhd etsələr də, məsələ düşündükləri kimi alınmadı. Tezliklə böyük mərəkə qopdu. Şəhlada dözüm, dəyanət hardaydı. Mürvətə qovuşmaq, kamına çatmaq üçün öz şirin canından belə keçməyə hazır olan, yalnız sevdiyi oğlanla nəfəs alan bir qızın gözləməyə səbri çatardı. Həftələr, aylarla həsrətini çəkdiyi, gecə-gündüz fərağında yandığı oğlan indi lap yaxınında, əl yetərində ola, qonşu otaqda yata, səsini, hənirini ap-aydın eşidə, amma gedib onunla öpüşüb görüşə bilməyə. Bu cəfaya tab gətirmək mümkündürmü bəyəm? Şəhla utanan, kimdənsə həya edən, istəyini ar-namus qadağalarına qurban verən qızlardan deyildi. Onun üçün öldü vardı, məqsədindən döndü yoxdu. Bütün varlığına, şuuruna yalnız bir his hakim kəsilmişdi. Ləngimədən, təxirə salmadan kama çatmaq, vəssalam. Ondan sonra dünya dağılsın, hər şey alt-üst olsun, nə vecinə. Buna görə də canı dinclik tapmırdı. Şəmil kişi ilə Şəhrabanı arvada verdiyi vədi bayaqdan unutmuşdu. Sıçan güdən pişik kimi marığa, pusquya durmuşdu. Özünü Mürvətin yanına salmağa kiçik bir fürsət axtarırdı. Adi himə bənd idi. 3-cü gün, lap səhər tezdən hamının başı çöldə həyət baca, ev-eşi işlərinə qarışanda, Şəhla gizlincə sivişib Mürvət yatan otağa keçdi. Asta-asta gəlib özünü oğlanın yanına verdi. Mürvətin böyründə yerini rahatlayıb, ustuf-ustuf onun açıq çiyinlərini, qollarını sığalladı. Sonra da eyni ustufluqla saçlarına tumar çəkdi və dikəlib araldan sevinclə, böyük aludəliklə çox şirin yatmış Mürvətə tamaşa qıldı. Barmaqlarını sevgilisinin alnında, qaşlarında, burnunun yanlarında gəzdirdi. Mürvət sifətini bekaraca qırışdırdı, ancaq tərpənmədi. Buna etiraz əlaməti bildirmədi. Şəhla ürəkləndi. Əyilib Mürvətin üzündən öpdü. Qazancından kifayətlənmədi. Özünü çılğın bir ehtirasla onun üstünə yıxdı. Dodaqlarını quzu yatımlı dodaqlara yapışdırdı. Mürvət sərsəm oyandı. Nə baş verdiyini, onu hərarətlə öpən adamın kim olduğunu anlamadan yuxulu-yuxulu kənara çəkildi. Şəhla ondan qopmadı. Yalvarıb Mürvəti daha bərk qucaqladı. İtələmə, qurban olum, itələmə məni. Bugünü çox gözləmişəm, həsrətini çox çəkmişəm. Qoy duz kimi yalayım səni. Mürvət təəccübdən dondu. Bir neçə an qımıldanmadı. Səs ona ala-çula tanış gəldi. Ancaq kimliyini anşırmadı. Qızı bütün gücü ilə itələdi. Şəhla çarpayıdan yerə yıxıldı, dərindən inildədi. Mürvət gözlərini ovuşdura-ovuşdura heyrət içində deyindi. Bu nə dəhşətdir, mən yuxu görürəm nədir? Şəhla zariyə-zariyə döşəmədən qalxdı. Təzədən çarpayıya dırmaşmağa çalışdı. Ağlamsındı. Yox, yuxu görmürsən, dedi. Mənəm, gəlmişəm yanına. Mürvət əllərini gözlərindən araladı. Heyrəti dərinləşdi. Şəhlanı yenə tanıya bilmədi. Qızın saçları dağılıb üzünü tamam örtmüşdü. Sən axı kimsən? Şəhla içini çəkdi. Şəhliyam da, və tanımadın? Sənin dəli divanən Şəhla. Mürvəti sanki ilan sancdı. Bir sıçrayışla çarpayıdan yerə düşdü. Səsi gəldiyincə bağırdı. Sən nə gəzirsən burada? Niyə gəlibsən? Şəhla dizin-dizin, məzlum bir hönkürtü ilə ona sarı süründü. Can Mürvət, əsəbləşmə. Gətiriblər məni. Sənin dərdindən öldüyüm üçün gətiriblər. Mürvət dalı-dalı çəkildi. Ayaqlarını qamarlamaq istəyən Şəhlanı təpi ilə özündən araladı. Qırağa dur, yaxın gəlmə, deyib şalvarını əsəb-əsəbi, tələm-tələsik əyninə taxdı. Təzədən bar-bar bağırdı. Kim gətirib? Zəhləm gedən yaramaz bir qızı kim bura gətirib? Bu dəqiqə rədd eləyin onu buradan. Şəhla ilan kimi birdən atılıb onun qılçalarına sarıldı. Hönkürtüsü şiddətləndi. Yox, getməyəcəm. Buradan heç yana getməyəcəm. Öldürsən də, meydimi sərsən də getməyəcəm. Mürvət qəzəbdən tir-tir titrədi. Necə yəni getməyəcəksən? Öz başlasan getməyəsən? O qızı şillələdi.
saçladı. Bırax ayaqlarımı, itil buradan, yoxsa öldürəcəm. Öldür, razıyam, öldür. Şəhla heç bir müqavimət göstərmədən, Mürvətin qılçalarını buraxmadan zarıdı. Sənsiz yaşamaq mənə ölümdən betərdi. Öldür. Hayharaya Şəmil kişi ilə arvadı daban basaraq yürüb gəldilər. Onların ardınca da Mürvətin özündən kiçik bacı qardaşları içəri doluşdular. Qapı bir qonşu da özünü yetirdi. Dəli inək bozovunu çağlayan kimi. Şəhlanı ayaqlarının altına salıb hirsli-hirsli təpikləyən Mürvəti sustalmış qızdan zorla araladılar. Şəmil kişi tövşüyünü çətin-çətin dərib, çənəsi əsə-əsə oğluna acıqlandı. Bu nə işdir sən tutursan? Qızı nə üçün öldürürsən? Niyə qana salırsan bizi? Mən deyiləm sizi qana salan. Bax budur, bu həyasızdır. Mürvət döşəmədə ayaqlarını qarnına yığıb hərəkətsiz qalmış Şəhlanı təkrar təpikləməyə cumdu. Bu abırsız məxluqdur. Şərəbanı arvad özünü ortaya atdı. Qızla oğlu arasında dayandı. Mürvətə təpindi. Qırağa dur, toxunma qıza. İşin olmasın onda. Mürvətin nəfəsi tıxaclandı. Hirsdən gözləri alabula çaldı. Udquna-udquna. Bu nə sözdür ana? Dedi. Necə yəni işim olmasın? Axı zorla ərə gəlməzlər. Oğlan evinə irsizliklə soxulmazlar. Mənim zəhləm gedir ondan. Nifrət edirəm. Görməyə gözüm yoxdur. Elə bu dəqiqə yollayın dədəsinin xarabasına. Şəhla zəif-zəif inildədi. Büküşüyü asta-asta açıldı. Qımıldanıb Mürvətə doğru təkrar sürünmək istədi. Bacarmadı. Qırıq-qırıq, yox, getməyəcəm, deyib zarıdı. Getməyəcəm. Mürvətin boğaz damarları şişdi. Bütün gücü ilə çığırdı. Gedəcəksən. Canın çıxacaq, yürə-yürə gedəcəksən. Mən sənin kimi zirzibillə, zəhləm getmiş qızla biz yastığa baş qoymaram. Heç vaxt, heç vaxt. Şəhla içini çəkib yer cırmaqladı. Mürvətə üsyan etdi. Şəhrabanı arvad qapı ağzında boyun boyuna verişib çaşbaş dayanmış qızlarına bozardı. Mat-mat nəyə durub boylanışırsınız? Götürün aparın qızı o bir otağa. Tez olun. Mürvət kəskin etirazla ayaqlarını yerə döydü. O bir otağa yox, göndərin birbaş öz dağılmışlarına. Rədd eləyin gözümün qabağından. Şəhrabanı arvad oğlunu mehribanlıqla yanladı. Əlini onun kürəyinə sürtüb, şirin dillə yasaladı. Yaxşı, yaxşı, sakit ol canım ciyərim. Sakit ol. Hər şey qaydasında olacaq. Şəmil kişi də hirsini yatırtdı. Bu vəziyyətdə Mürvətlə höcət danışmaq, sərt davranmaq için xeyrinə deyildi. Qılıqla, yalan vədlə vaxt qazanmaq lazım idi. O da oğlunu dilə tutdu. Hövsələn olsun oğul, dedi. Biraz səbr elə. Hər şey sən deyən kimi ipə sapa düzüləcək. Hay-küy, dava qalmaqa salıb əhvalatı bilməyənləri də bildirmək bizə ziyandır. Cəmaatı üstümüzə güldürməkdən fayda yoxdur. Tükü gərək yatımına sığallayasan ki, qabarıb üz dalamasın. Elə bilmə ki, öz ayağı ilə gəlmiş gəlin bizim ürəyimizcədir. Əlbətkin yox. Bir şey fikirləşib başımızda mütləq rədd eləyəcəyik. Heç narahat olma. Mürvət nisbətən toxtadı. Aramla nəfəs alıb, siz məni başa düşün ata, dedi. Mənim öz sevgilim var. Həyatım, varlığım qədər istədiyim qız var. Özgəsi mənə gərək deyil, qətiyyən gərək deyil. O xapdan sustu. Başı köksünə əyildi. Xəcalətlə əlavə etdi. Bağışla ata. Sən də bağışla məni ana. Sizin qarşınızda belə açıq danışdım. Ədəbsizlik elədim. Özür istəyirəm. Şəmil kişi sevincək. Ədəbsiz heç bir iş tutmursan oğul, deyib kövrəlmiş halda əlavə etdi. Ürəyini açırsan bizə. Bu hamıda olmuş işdir. Evladın öz ata-anasına ürək sözünü deməsi ayıb sayılmır. Sənin qanacağından, ağıl kamalından mən də, anan da həmişə razı qalmışıq. Hər yerdə, hər işinlə başımızı uca eləyibsən. Heç vaxt pis hərəkətin, pis davranışın olmayıb. Lap körpəlikdən indiyəcən ağıl farasatına sevinmişik. Yaxşı atsanınla qürrələnmişik. Son işlər də bilirik. Sənin taxsırın, günahın ucbatından törəməyib. Əclaf uşaqlarının gözləri götürmədi səni. Paxıllığını çəkdilər. Ayağının altını qazdılar. Sənə gizlin tələ qurdular. Yoxsa sən ağılsız, düşüncəsiz iş tutan, yanlış davranan cavanlardan deyilsən. Bunlar bizə də məlumdur. Bütün cəmaata, el obaya da. Hamı başa düşür ki, səni hörmətdən salmaq istəyirlər. Nəyinsə hayfını alırlar. Bax buna görə də oğul, ehtiyatı əldən verməməliyik. Çalışıb sonraki pislikləri qabaqlamalıyıq. Düşmənlərimiz bizdən qat-qat güclüdür. Höküm onların əlindədir. Ana da öyüd üçün tələsdi. Ərinin sözünə söykək durub, hə, qadan canıma gəlsin, dedi. Güclüdülər o gözləri çıxmışlar.
Səni onların əlindən zorla almışıq. İlan ağzından qurbağa saldıran təkin saldırmışıq. Gərək elə eləyək ki, ortaya təzə motmutu çıxmasın. Mürvət xeyli məyus qaldı. Bacardıqlarını onsuz da mənə elədilər ana, dedi. İslanmışın sudan nə qorxusu? Mənim onlardan çəkinəcək elə bir işim daha yoxdur. Bu yolda ölsəm də qərarımı dəyişmərəm. Şəhrəbanı arvad təzə vahimə içində sirkələndi. Ağzında dili yana-yana yalvardı. Yox, başına dönüm. Ayaqlarının altında ölüm, oğul. Elə demə. Yamanca qorxub gözüm onlardan. Gör görsün üzlərini. Heç yaxın gediləsi, söz deyiləsi adamlar deyillərmiş. Elələrindən nə qədər uzaq olsaq yaxşıdır. Sən çəkil dur bir qıraqda. Qarışma bu işlərə. Çarəsini dədənlə mən qılacağıq. Mürvətin azacıq sakitləşmiş əsəbləri yenidən qıcıqlandı. Səsini qaldırdı. Axı necə qıraqda durub işə qarışmayım? Bu mənim gələcək həyat məsələmdir. Sevmədiyim, nifrət elədiyim bir qızla mən necə yaşaya bilirəm? Yaxşı ömrüm günüm, yaxşı, hirslənmə. Şəhrəbanı arvad gülümsünə-gülümsünə oğlunu bir də qılıqladı. Hər şey qaydasında olacaq. Biraz hövsələ ilə. Mən hövsələ zat eləmirəm. Mürvət heç cürə qılığa yatmadı. Rədd eləyin onu buradan, vəssalam. Baş üstə dərdini alım, baş üstə. Şəhrəbanı arvad oğluna nəvazişini artırdı. Dedim ki, rədd eləyəcəyik. Belə boş yerdən ötürü üzmə özünü. Canına yazığın gəlsin. Onsuz da can cəsəd qoymayıblar, canları çürümüşlər səndə. Bir yandan da özün özünə divan eləmə. Mürvət iki ayağını bir başmağa dirədi. Qətiyyətlə bildirdi. Əgər mənim dərddən, xiffətdən üzülməyimi, ortaya qan düşüb, yeni bədbəxtlik törəməsini istəmirsinizsə, elə bugün, bu dəqiqə uzaqlaşdırın o idibarı buradan. Göndərin dədəsi evinə. Yoxsa bax, əlimdən bir xətazat çıxacaq. Özüm-özümə cavabdeh deyiləm. Hə, göndərəcəyik, mütləq göndərəcəyik. Sən istəməyəndən sonra kimdir onu burada saxlayan? Anan hələ ölməyib ki, belə şeyin dərdini çəkəsən. Hər barədə rahat ol. Ürəyini buz kimi saxla. Allahın köməkliyi ilə işlər düzülüb qoşulacaq. Heç nəyi vecinə alma. Ged bağda-bağçada hərlən. Uşaqlıq yoldaşlarını çağır, yığ başına. Onlarla söhbət elə eynin açılsın. Pis-pis fikirlər beynindən çıxsın. Şəmil kişi də arvadına sözünə qüvvət verdi. Hansı ata-ana öz övladının pisliyini istəyər, oğul? Bizim çalışdığımız odur ki, sənin həyatın yaxşı qurulsun. Xoşbəxt olasan, arzuna, məqsədinə çatasan. Onda bizim də ürəyimiz sakit olar. Ömrümüz uzanar. Qocalıqdasa barı bir xoş gün görərik. Səndən başqa ümidimiz, pənahımız yoxdur. Sən hər nə desən, bizim üçün qanundur. Xiyalına özgə şey gətirmə. Mürvəti beləcə aldatdılar. Pis qızı tezliklə evdən qovacaqlarına, dədəsini dalına şələləyib rədd edəcəklərinə onu arxayın saldılar. Əl altından da tədbir tökdülər. Qapı bir qonşuları ilə danışıb Şəhlanı bir neçə günlüyə onların himayəsinə verdilər. Oğlanın gözündən müvəqqəti kənarlaşdırdılar. Hələ də ümidləri vardı ki, məsələni yavaş-yavaş, pişim-pişimlə yoluna qoyacaqlar. Ancaq hövsələsiz qız işləri yeni çorladı. Şəhla qonşu evində çox qalmadı. Bədənindəki zədələr birazcıq sağalıb ayağı yer tutan kimi fəndlə, bicliklə ev yiyələrinin diqqətindən yayındı. Əvvəlki üsulla səhər-səhər hamının başı bayır-baca işlərinə qarışan vaxt sivişə-sivişə özünü Mürvətgilə yetirdi. Ayaqlarının ucunda oğlan yatan otağa keçdi. Mürvət indi də şirin yuxuda idi. Mışıl-mışıl yatırdı. Şəhla döyülüb söyülməkdən, ötən dəfəki qaydada təpik altına salınıb çığınanacağından, şillə şapalaq yeyəcəyindən qorxmayıb irəli yeridi. Qabaqçından da çılğın bir ehtirasla Mürvətin üstünə sərildi. Marça-marçla onu öpməyə, duz təkin yalamağa başladı. Mürvət bu dəfə tez oyandı. Məsələdən dərhal duyuq düşdü. Şəhlanı bütün gücü ilə itəliyib yerə saldı. Yenə təpiyinin altına aldı. İndiki qalmaqala, hay-haraya uzaq qonşular da tökülüşüb gəldilər. Mürvəti tutub saxlamaq, söz eşitdirmək mümkün değildi. Gözləri kəlləsində oynayırdı. Əlinə hardansa iti vint bıçağı da keçmişdi. İdbar qızı da, özünü də öldürəcəyi ilə hamını hədəliyir. Heç kəsi yaxına buraxmırdı. Şəhrabanı arvad saç birçəyini yolub ortada qışqırır. Şəmil kişi qapı dibində ürəyini tutub ufıldayır. Kiçik uşaqlar vay-şivən qoparıb hönkürüşürdülər. Şəhla isə döşəmədə qıvrılıb açıla-açıla inildiyirdi. Mürvət qonşulara müraciətlə hədəsini təkrar etdi. Daha cana doymuşam. Yaşamaq mənim üçün hədərdir. Bir halda ki, öz doğmaca ata-anam da məni aldadır. Yalan danışıb mənliyimi, heysiyyatımı düşmənlərə tapdadır. Belə həyat nəyimə gərəkdir?
Bu cür şərəfsiz yaşamağın mənası nədir? Öldürəcəm. Onu da, özümü də. Öldürəcəm. Hövüllənmiş Şəhrabanı arvad cəl sıçrayıb oğlunun bıçaq tutmuş əlini qamarladı. Göz yaşları tökə-tökə. Onda əvvəlcə məni öldür, qışqırdı. Qoy birinci mən ölüm ki, əlinizdən qurtarsın canım. Mürvət sakitləşmədi. Əsəbləri biraz da qıcıqlandı. Ne üçün aldatdınız məni? Niyə rədd eləmədiniz o zibilcəni buradan? Ona görə ki, Şəhrabanı arvad sözünü bir nəfəsə deyə bilmədi. Alışmış sinəsini ovuşdurub çətinliklə davam etdi. Olmaz, rədd eləyə bilmərik. Axı nədən ötürü? Mürvətin qanı qaçıb, bomboz bozarmış dodaqları əsdi. Xeyli əyildi. Nə səbəbə? Səbəbi odur ki, sənin adın çıxıb ondan. Geri göndərsək, ortaya təzə düşmənçilik düşər. Sənə ayrı yamanlıqlar eləyərlər. Oh, Mürvət bir neçə dəfə ofuldadı. Tüstüsü təpəsindən çıxdı. Daha nə deyəsən bunlara? Yox yerdən, olmamış bir şeydən gör nə uydurublar. Adamı gör necə böhtana, şərə salıblar. Of, ay Allah, of. O lap yanıb yaxıldı. Ağacda son yarpaq kimi əsim-əsim əsdi. Öldürəcəm onu. Daha ayrı çarəm yoxdur. Elə indi öldürəcəm. Mürvət Şəhlanın üstünə təkrar şığımaq istəyəndə qonşular işə qarışdılar. Bıçağı bir tər onun əlindən aldılar. Mürvət xeyli atılıb düşüb nəhayət təslim oldu. Başını köksünə ağır-ağır sallayıb fağırladı. Kənarda ağlaşan uşaqlar da kirdilər. İnanmaq olardı ki, bundan sonra hər şey qaydaya düşəcək. Lakin aradan biraz keçmiş, əlavə gərginlik yarandı. Mürvət ona mane olanlara astadan, "Bıraxın məni," dedi. "Arxayın olun. Heç kəsdə işim yoxdur." Qollarını buraxdılar. Mürvət üst başını düzəldib asta-asta. Küskün-küskün anasına sarı döndü. Yola doğru gedə-gedə. "Nə olar? İndi ki onu rədd eləmirsiniz, mən özüm buradan rədd olaram," dedi. "Mənə dinclik, rahatlıq olmayan, könül xoşluğu haram edilən evdə qalmaq ikinci həbsxanadır. Daha bircə saatda dayanmaram burada." Şəhrabanı arvad göz yaşlarını donunun uzun ətəyi ilə silib, qəribə qürurla dikəldi. Oğluna acıq verdi. "Sən gedərsən, mən də bilərəm neylərəm," deyib evin künc bucağına tələsik nəzər yetirdi və yüyürüb çöl qapısının dalından köhnə, bulaşıq neft qabını götürdü. Çiyini üzərinə qaldırdı. "Bax, bunu üstümə töküb özüm otlayacam. Yanıb külə dönəcəm. Atamın qızı deyiləm, dediyimi eləməsəm." Ananın bu qəfil hərəkətinə hamı mat qaldı. Bir çoxları bunu oğluna yalandan hədə gəlmək, qorxutmaq qəsdi zənn etdi. Ancaq hadisə gerçəklədi. Şəhrabanı arvad hikkəsini saxlaya bilməyib qabı üstünə indərdi. Tündrəqli neft pal-paltarında şırımlar açdı. Bir tərəfini tamam islatdı. Sonra o, boşalmış qabı kənara tullayıb, yaş dönünün cibindən kibrit qutusu çıxardı. Qəti qərarla elan etdi. "Doğma anayın ölümünə, yanıb kül olmasına insafın yol verirsə, çıx get. Durma, elə indi get. Onu da bil ki, döşlərimdən əmdiyin südü son nəfəsimdə halal eləməyəcəm sənə." Mürvət gözləmədiyi, ağlına, təsəvvürünə heç gətirmədiyi bu müthiş mənzərədən bərk sarsıldı. Quruyub yerindəcə heykələ döndü. Nə edəcəyini, nə deyəcəyini bilmədi. Ağsaqqallar, ağbirçəklər Mürvəti əklə danladılar. Öğüt nəsihət verib bir ağızdan məsləhət gördülər ki, valideynlərinin sözünə qulaq assın. Qızı belə tez tələsik qovmasın. 1-2 ay dözsün. Əgər doğrudan da ondan zəhləsi gedirsə, görməyə gözü yoxdursa, sonra el adətincə boşasın. Amma indi daşı ətəyindən töksün. Bu məqamda, bu halda qızdan imtina eləmək, qapıdan qovmaq yaxşı nəticə verməz. Aradakı düşmənçiliyi artırar. Mürvət əlatsız qalıb razılaşdı. "Olsun," dedi. "Qoy biraz qalsın. Ancaq bu şərtlə ki, mən ona arvadım nəzəri ilə baxmayacam, yaxın durmayacam. Atası evindən hansı sifətdə gəlibsə, elə o cürə də qayıdacaq." Daha başqa söz söhbət olmadı. Daş atıb başını altına tutan oğlandan bu razılığı almağın özü də iş değildi. Dil ağız etdilər. Sözlərini yerə salmadığı üçün Mürvətə təşəkkürlərini bildirdilər. Onu ipə sapa yatırdıqlarına, qalmaqala son qoyduqlarına əmin olub dağılışdılar. Mürvət əlavə hoqqa filan çıxarmadı. Qalmaqal həqiqətən yatdı. Lakin o, dediyindən də dönmədi. Şəhlaya yaxın getmədi. Onu həndəvərinə buraxmadı. Ata və anası ilə küsülü dolandı. Evdə özünü yad, qərib bir adam kimi apardı. Dindirəndə alakönül dindi. Dindirməyəndə ağzına su alıb süzdü. Daima fikirli, qüssəli, qayğılı hərləndi.
Üzü heç gülmədi. Şəhrabanı arvad falçılar, cindarlar yanına yol ağartdı. Oğluna cadı püteylətdi. Allah rizası ilə gəlinlə mehribanlaşdırmağa can atdı. Yenə heç bir müsbət nəticə alınmadı. Əksinə, Mürvət evdəkilərdən də soydu. Öz qınına çəkilib tam gülşənişin oldu. Tənha düşüncələrə qapılıb, baş sındırıb, çıxış yolu axtarmaqda davam etdi. İndi onu milis prokuraturadan itirib axtaran, hər addımını izləyən yox idi. O arada fürsət tapıb 2-3 dəfə Bakıya yollandı. İmkansızlıq ucbatından günlərlə ac susuz qalıb, vağzallarda gecələyib bir çox təşkilatlara ayaq döydü. Amma səlahiyyətli məmurların qəbuluna heç cürə düşə bilmədi. Uzun get-gəldən, xahiş minnətdən sonra qəbul edənlər də onu çox həvəssiz dinləyib, biz belə işlərə qarışmırıq, şikayətinizi gedin ayrı yerə eləyin, deyib yaxalarını qırağa çəkdilər. Ayrı yerin isə harda olduğunu söyləmədilər. Mürvət israrla, təkidlə soruşanda da üzünə bozarıb kabinetdən qovdular. Beləcə, ötür oyunu ilə onu süründürdülər. Bütün günü ayaq üstə qalıb, idarə qapıları açıb örtməkdən, çənə boğazdan bezkərək ruhdan, həvəsdən düşdü. Və ən acı, ən sarsıdıcı həqiqəti də o yalnız indi anladı. Qeysərlilər zümrəsindən qisasını ala bilməyəcəkdi. Bütün yollar, keçidlər onun üzünə bağlıdır. Hakimiyyət ətrafına top dağıtma zireh çəkilmişdi. Bu zirehi yarmaq, sındırmaq insan gücü xaricindədir. Mənim məsləhətçilərim haqlıymışlar, düşündü. Doğru deyilmişlər. Zülmün binası tilsimli bir dünyaymış. Onu yıxmaq, qəhr etmək, mən fikirləşdiyim qədər asan, hər kəsin hünəri deyilmiş. Haqq, ədalət. İnsaf, mürvət barəsindəki qənaətim də puçmuş. Bunlar hamısı xoş xəyalmış. Boş, aldadıcı bir təxəyyül ilğimiymiş. O bundan sonra biraz da sarsıldı və həmən sarsıntılar onu azarladıb bir də yorğan döşəyə saldı. Ciddi müalicə, dava-dərman ilə sağalıb ayağa duranda kör bəxtini təkrar sınamaq fikrinə düşdü. İncini axtarmağa, ona qovuşmağa yeni cəhdlər etdi. Soraqlaşa İnci doğulan kəndə təkrar gedib çıxdı. Lakin bu dəfə də əməllicə söyülüb, təhqir olunub qayıtdı. Artıq tam düşkünlədi. Mübarizə, haqqını müdafiə ehtirası öləzidir. Evə çaxılıb fağ-fərağat oturdu. Bu yandan da vəzifəsindən kənarlaşdırıldığı, öz kəndinə sıravi aqronom təyin edildiyi xəbərini aldı. Rəsmi məktubla bildirilmişdi ki, əgər 2 həftə müddətində işə çıxmasa, əmrin icrasından boyun qaçırsa, qəti tədbir görüləcək. Əmək intizamını pozduğu üçün qanun qarşısında cavab verməli olacaq. Şəhlanın isə bəxt çiçəyi çıtdadı. Fağırlayıb qınına çəkilmiş mürvəti yenidən yanladı. Qılıqla, xoş nəvazişlə böyür başına keçdi. Və nəhayət, uzun gecələrin birində onun saqqızını uğurladı. Axı daha nə qədər atılıb düşmək, cəza fəza etmək olardı. Ata-ananı da bezdirmişdi. Yazıqların gününü göy əskiyə düymüşdü. Neçə vaxtı evdən dilxorçuluq, qanqaralığı əskilmirdi. Mürvət əhd peymana zidd bu qənaətə xeyli əvvəldən gəlmişdi. İncinin inadla susmağından, özü barədə heç bir məlumat verməməsindən inciməklə bərabər, ürəyinə şübhə toxumu da səpilmişdi. Qəlbində narahatlıq yaranmışdı. 3 aydan artıq da yağlı kökə olub göyə çəkilib. Nə məktub yazıb, ismarıc yollayıb yerini bildirir, nə də ayrı bir tədbir görür. Ara uzandıqca şübhələri dərinləşdi. Özü istəsə də, istəməsə də, mənhus taleyin hökmü ilə barışmalı oldu. Deməli qismətim beləymiş. Ömür günümü sevmədiyim, ürəkdən xoşlamadığım adamla çürütməliyəm. Bütün mübarizələrim, dava qalmaqallarım, can üzmələrim faydasızmış. Beləcə həftələr ötdü, aylar dolandı. Şəhla özünü mürvətə bala-bala isnişdirdi. Olmazın yanıcılığı, xoş nəvazişi ilə onu sehirlədi. Mürvət ona çor deyəndə, o can dedi. Haqlı-haqsız təhqir ediləndə zərrə vecinə almadı. Elə hey xəfifcə gülümsündü. Dilinin üstündən təzə dil bitirib, heyslənmə, qurban olum. Sənə gələn hər ağrı acı mənə gəlsin. Candan çox düşübsən, heç nədən qanını qaratma, deyib qılığına girdi. Bəzən mürvət onun yalvar-yaxarına baxmırdı. Ortaya qəsdən bir qanqaralığı salıb, nəyisə bəhanə tutub əsib coşur, qiyamət qoparırdı. Şəhlanı hövsələdən çıxardıb, dilindən artıq əski bir söz qopartmaq və bundan yapışıb, onu həmin anda evdən qovmaq istəyirdi. Mümkün olmurdu. Şəhlanın dərya səbri bitib tükənmək bilmirdi. Qalmaqal çox böyüyüb, gəliş şəkil alanda da,
Yüngülcə ağlamsınıb bir ciloy gözünün qorasını sıxır, bal bələnmiş dillə, baş açılmaz sehirlə pərtliyi aradan götürürdü. Elə bil ilahi vermiş cadusu, tilsimi vardı. Bax beləcə Mürvət yavaş-yavaş, özü də hiss etmədən ailəsinə bağlandı. Bir də ayılıb gördü ki, körpəcələr düzülüb dövrəsinə. Biri atdan yuxarı üzünə baxıb şeytan-şeytan irişir. O biri ətəyindən çəkib quc-quc deyir. Digəri isə beşikdə aram-aram mışıldayır. Mürvət dəyişdi. Atalıq hissi, nəsil təəssübü bütün başqa hissləri, duyğuları ildən ilə sıxışdırıb qəlbin künc bucaqlarını qovdu. Nakam məhəbbətin həm sevinc, həm kədər dolu anları gəncliyindən ona əziz və əbədi xatirə qaldı. Qəmi nəşəsindən də dadlı, şirindən şirin o xatirələr zehnində hərdən-hərdən oyanıb onu hey incitdi. Qaysaqlar altından ürəyini göynətdi. Mənəvi əzab, ruhi işgəncə verdi. Və elə həmən vaxtlardan da bədii kitablara, mürəkkəb insan talilərindən bəhs edən romanlara, ədəbi əsərlərə onda ciddi maraq yarandı. Mütaliədən doymadı. Şəxsi həyatda nəsibi olmayan səadəti, nəcib məhəbbət macəralarını kitab səhifələrində aradı. Özgə xoşbəxtliyinə, başqasının tali uğurlarına gah sevinib, gah küsənərək yaşadı. Və beləliklə, fasiləsiz mütaliə onda get-gedə daxili tələbata, daimi təsəlli mənbəyinə çevrildi. Onlar ertəsi gün görüşdülər. Təşəbbüs İnci müəllimənin özündən oldu. Səhər tezdən idi. Mürvət kardiologiya şöbəsində növbə gözləyirdi. Xeyli adam vardı. Növbəçi çata-çatda İnci müəllimə rəfiqələri ilə birlikdə içəri girdi. Mürvət özünü itirdi. Nə deyəcəyini, necə davranacağını bilmədi. İrəli durub, əl tutuşub, hal-əhval soruşsun, yaxud başını aşağı salıb onu görməzliyə vursun. Bunun hər ikisi uyğunsuz hərəkət idi. Hələ orası məlum deyildi ki, İnci onu nə cür qarşılayacaqdı. Bəlkə heç gözünün ucu ilə belə ona baxmayacaqdı. Tərəddüdlər Mürvəti yerindən tərpənməyə qoymadı. Özü ilə çarpışmadaykən başı üzərində kiminsə dayandığını hiss etdi. Tələsik dikələndə gördüyünə inanmaq istəmədi. Tez-tez kirpiyi çaldı. İnci müəllimə bircə addımlığında onunla üz-üzə dayanıb xəfif-xəfif gülümsəyirdi. Bu xoş təbəssüm ona necə də tanış və doğma idi. Mürvət karıxdı. İnciyə altdan yuxarı key-key baxdı. Yatanda heç yuxusuna da girməzdi ki, İnci özü ona yaxınlaşar. Qadınlıq qürurunu, mənliyini xələldar edib görüşməyə şəxsən təşəbbüs göstərər. İlahi, bu necə böyüklük, necə yüksək insanlıq. Varlığını titrədən riqqət anları keçməmiş, qulaqlarına incə, mehriban bir səs oxşadı. Salam əleyküm Mürvət, xoş gördük. Mürvət cəld ayağa durdu. Ancaq tərəddüd maniyəsini yenə qıra bilmədi. Heyrəti biraz da artmışdı. İnanmağa gəlmirdi ki, İnci onu belə ümüküsüz, səmimi, tən töhmətsiz dindirər. Əvvəlki sevgi mehri ilə hal-əhval soruşar. O axır ki toxtadı. Demək tamam soyumayıbmış məndən. Məhəbbəti nifrətə çevrilməyibmiş, deyə fərəhlə düşündü. Könlü dəli bir sevda ilə döyündü. Əgər qəlbində köhnə məhəbbət qalğı olmasaydı, rəğbət bəsləməsəydi mənə, qətiyyən yaxınlıq verməzdi. Üzünü yana çevirib, yanımdan saymaz yana ötərdi. Yandırıb cızdağımı çıxardardı. Bütün çöhrəsi gülə-gülə İnci müəllimə ilə əl tutuşdu. Amma gənclikdə, ilk tanışlıq zamanı olduğu kimi təlaş-təşvişdən dili topuq çaldı. Əleyküm salam, necəsiniz? İnci müəllimə daha mehriban dilləndi. Çox sağ olun, pis deyiləm. Mürvət kiridi. Söhbəti davam etdirməyə söz tapmadı. Dilindən şəhbə-xeyir yol tapmış, siz ifadəsi ürəyinə xal saldı. Bu nə danışıq tərzi idi? Necə olmuşdu? Harda itib batmışdı cavanlığın o xoş məram, şirin şəkər ifadələri? Elə bil bir zamanlar can deyib can eşitdiyi adamla deyil. Tamam yad. Heç tanımadığı qadınla kəlmə kəsirdi. Xəcalət çəkdi. İlk məhəbbətindən utandı. Fikrən öz-özünü yamanladı. Bu nə səfehlik, gic-gicilikdir məni yaxalayıb. O mənə doğmalıq, istiqanlılıq göstərir. Arada şirin münasibət yaratmaq istəyir. Mən zayıl isə siz mizlə aranı soyduram. Özünü tənbihdən sonra sakitləşdi. Lakin gərəkli söz indi də qəhətə çıxdı. Bir narahatlıq başqası ilə əvəzləndi. Sən hara, bura hara İnci? Soruşdu. Sənin sanatoriyada, müalicədə nə işin? İnci müəllimənin qəşəng çöhrəsindən bulud kölgəsi keçdi.
Zərif təbəssümü dodaqlarının uclarına doğru çəkildi. Təkcə səsinin yumşaraq ahəngi dəyişmədi. Gəlmək olmaz. Mürvət birdən-birə qüssələndi. Deməli, bunun da canını azar-bezar tanıyıb. Mənim kimi dərd bunu da əyib. Görəsən xəstəliyi ciddidirmi? Nədir onu incidən? Məni çox məyus etdin, İnci, deyib təəssüfünü həqiqi yanğı ilə bildirdi. Şövqərib azar səni necə tapıb? Hardan tapıb? İnci müəllimə yüngülcə köks ötürdü, çiynini çəkdi və yenidən zərif-zərif gülümsünərək, nə bilim, dedi. Azar necə gəldiyini, haçan səni tapdığını heç vaxt bildirmir. Əvvəlcədən xəbər vermir. Lənətə gəlsin. Mürvət kövrələn kimi oldu. Gözlərinin çuxurlaşmış yaş işartıları göründü. Qəhərdən udqundu. Xəstələnmək sənə heç yaraşmır. Qətiyyən yaraşmır. O kimə yaraşır ki? İnci müəllimə üzəvari şuxluq göstərdi. Qaşlarını işvəli-işvəli tərpədib yana qanırıldı. 2-3 addım kənarda dayanmış rəfiqələri ilə nə üçünsə baxışdı. Mürvət bu dəqiqələrdə ətrafda heç kəsi və heç nəyi seçmirdi. Bütün diqqəti yalnız və yalnız İnci müəllimədə idi. Həsrət dolu nəzərlərini bircə qırpım da ondan aralaya bilmirdi. Burada məcbur olub sevgilisi baxan səmtə o da nəzər saldı. Və qəribədir ki, qızardı. Sanki təcrübəsiz gənc idi. İlk dəfə idi adaqlabazlığa çıxmışdı. Hər şeydən, hər kəsdən hürkür, həyalanırdı. Tələm-tələsik. Yəqin ki, bu tələsirlik də həyadan idi. İnci müəllimənin rəfiqələrinə təzim etdi. Ehtiramla salamlaşdı. Sifətinin qızartısı biraz da tündləşdi. Qadınlar salamı alıb aralandılar. Gedib boş əyləşəcəklərdə yanaşı oturdular. İnci müəllimə də onların ardınca getməyə meyillənəndə Mürvət köhnə ərklə onun biləyindən yüngülcə tutub saxladı. Getmə, deyib acizanə üz vurdu. Xahiş edirəm, bir hovur otur yanımda. Gör haçandı görüşmürük. Taleyin bu xoş təsadüfünü mənə çox görmə. İnci müəllimə Mürvətin yalvarışlı təkidinə itaət göstərdi. Bu sözə baxımlıq Mürvəti olduqca xoşxal etdi. Uşaq tək sevindi. Daxilən rahatlanıb toxtaq səslə xəbər aldı. Çoxdan buradasan? İnci müəllimə asta cavab verdi. 4-cü gündür. Deməli məndən əvvəl gəlibsən. Qaldığın otaq nə cürdür? Rahatlığı yaxşıdırmı? Pis deyil. Ümumi şəraiti nəzərə alsaq yaxşıdır. Hə, orası düzdür. Bu saat hər şey çətinləşib. Mürəkkəb bir dövrdə yaşayırıq. Mürvət bunları söz gəlişi söylədi. Beynində əsas söhbətə, ümdə məsələyə keçid axtara-axtara heyran nəzərlərini İncinin çöhrəsində dolandırdı. Və şad könlünü yeni göynək bürüdü. Aman Allah, o nadir gözəllik necə xələldar olmuşdu. Nazikcə, aypara qaşların altında və isfaha, yaraşıqlı burnunun yanlarında uzaqdan sezilməyən çox xırda qırışlar əmələ gəlmişdi. Cavanlıqda adamı ilk baxışdan ovsunlayan al, yumru yanaqları soluxub xeylicə hamarlanmışdı. Bəyaz buxağının əti də sanki qabaqçı yaraşığını itirmişdi. Azacıq boşalmış kimi görünürdü. Sığallı, xurmayı saçlarının ara bərəsində ipək sap incəliyində ağ tüklər bəllənirdi. Həmişə canlı, cazibəli, ürəyə od salan baxışları da elə bil süsləşmişdi. Dərinliyində hüzn və hürkəklik gizlənmişdi. Mürvətin başında ildırım çaxdı. Canına yanğı düşdü. Zalım həyatın heç insafı yoxmuş. Bu cürə mələk misal bir məxluqa da heyfi gəlməyib. Dağıl səni belə dünya. Məhvərindən dağıl. O acı hisslərini İnci müəlliməyə də açıqladı. Qəhərli, heç güman eləməzdim ki, sən haçansa azarlaya bilərsən İnci, dedi. Bu mənfur həyat nə qədər qəddarmış. İnci müəllimə dinmədi. Uzun kiprikləri asta-asta enib gözlərini çəpərlədi. Mürvət lap həyəcanlandı. Harda olduğunu unudub səsini qaldırdı. Gənclikdə çox sadəlöv olmuşuq, dedi. Şirin xülyalarla, romantika ilə yaşamışıq. Sən demə dünyanın ədalətsizlikləri bizim güman və təsəvvür etdiklərimizdən qat-qat çoxmuş. Törədilən cinayətlərin, haqsızlıqların yalnız 100%-dən xəbərimiz varmış. Qolu zorlular mənəvi zorlulara asanca üstün gəlirmiş. Haqqın divanı filan yalanmış. İnci müəllimə ehtiyatla onun qoluna toxundu. Pıçıltı ilə, əsəbləşməyin, sakit danışın, deyib burada tək olmadıqlarına eyham vurdu. Mürvət səsini alçatdı. Lakin ürəyindəki qəzəb yanğısını az da olsa soyutmamış susmadı. Bu nə dünyadır ki, yaxşının qədrini bilmir. Hamını bir gözdə görür. Azar bezarları da elə özü kimi körafəhimdir. Gedib naqisləri,
Yaşamaq haqqı olmayanları yaxalamaqdansa, ən nəcib, ən qənimət insanları axtarıb tapır. Əzaba, əziyyətə salır. İnci müəllimə bekaraca qımışdı. Görünür, bunda da bir qanuna uyğunluq var, dedi. Səbəbsiz heç nə olmur. Mürvət qəti etiraz etdi. Yox İnci, yox, dedi. Qəddarlıqların çoxu səbəbsiz olur. Taksırsız, günahsız yerə adamı şərə salırlar. Adına qara yaxırlar. Başına min bir oyun gətirirlər. Bunları mən öz şəxsi həyatımda gördüm. Onların heç birindən sənin xəbərin olmadı. İnci müəllimə Mürvətin gileylərinə münasibət bildirmədi. Qaşlarının ortasını düyüb, dalğın bir susqunluqla dizlərinin üstünə qoyduğu əlləri ilə oynadı. Mürvət də bir neçə an dinmədi. Gözü İncinin əllərinə sataşmışdı. Könlündən çılğın bir həvəs keçdi. Gənclikdə hədsiz dərəcədə bəyəndiyi, ovucu içinə alıb oxşamağı çox xoşladığı bu qəşəng əlləri indi də ovucular içində tutub oxşamaq arzusu ilə çırpındı. Ancaq cəsarəti çatmadı. Bu onların birinci görüşü idi. İnci belə hərəkəti necə qarşılayardı? Bu sərbəstlik yerinə düşməzdi. İlk addımdan hər şey korlanardı. İrəli uzanmış əlini umsunmuş halda geri çəkdi. Elə həmin anlarda da qəlbini təzə qüssə bürüdü. İncinin qəşəng əlləri də əvvəlki deyildi. Hamar, şümşad barmaqlar nazilib uzanmış, büküləcəklərinin həlqəvari qırışları böyüyüb dərinləşmişdi. Dərisi xeyli qonurlanmış, əssizləşmiş əllərin üstündə göy damarlar cığırlanmışdı. Mürvətin təəssüf yanğısı dilini qarsıdı. Qara geysin bu dünyanı. Mənə olan zülm yer üzündə heç bəndəyə edilməyib. Ömrümü zaya döndərdi. Yaşamadım. Gecə-gündüz inlədim. İnci müəllimə ona çox qəribə soyuqqanlıqla ürək-dirək verdi. Hamının həyatı öz arzusunca qurulsaydı, bəlkə də hər şey adiləşərdi. Yaşamaq yeksənək olardı. Yaşamağın yeksənək olmaması üçün bəşəriyyət növlərə, qismlərə mi bölünməlidir? Mürvət öz təbiətindən çıxdı. Höcət adam hövlü ilə danışdı. Bir yanda bir ovuc xoşbəxtlər, o biri yanda bir aləm bədbəxtlər mi dayanmalıdır? İnci müəllimə kiprik çalıb fikrə getdi. Dərs zamanı şagird sualına aydınlıq gətirirmiş kimi aram və asta dilləndi. Görünür, burada da biz anlamayan bir tanrı hikməti var. Həyat ona görə belə qurulub ki, insanlar yaxşı günün qədrini bilsinlər. Xoşbəxtlikləri üçün daima çarpışsınlar. Mübarizədən tezcə usanmasınlar. Mürvət bir neçə an danışmadı. İnci müəllimənin sözlərinin incə bir eyham, başörtülü məzəmmət kimi anladı. Köks ötürdü. Çarpışanların, mübarizədə ömür çürüdənlərin də aqibəti məlumdur. Onların da arzuları gözlərində qalıb. Arzularına çata bilməsələr də, təslimçilik yolunu qətiyyətlə rədd ediblər. Amal uğrunda barışmazlıq qeyrilərinə bir örnək olub. Nəsillərə miras qalıb. Mürvət sözlərin ona aid olduğuna zərrəcə şəkk etmədi. Daha artıq narahatlıqla İnci müəllimənin gözlərinin içinə baxdı. Dərin qüssə ilə. O xüsusiyyət böyük qəhrəmanlara aiddir. Hər adamda olmur, dedi. İnci müəllimənin də çöhrəsində dərin məyusluq ifadəsi sezildi. Lakin yerini tezcə nikbinlik əvəz elədi. Nəysə, keyfinizi pozmayın. Hərənin bu dünyada öz qismət payı var. Buna da şükür. De sağ olun. Mürvət mənhus tali oyununa münasib cavabı hazırlayan anda İnci müəlliməni ayaqüstə gördü. Təşviş keçirdi. Niyə durdun? Əyləşsənə. İnci müəllimə yüngülcə başını bulayıb, ayağının birini qırağa qoydu. Çox oturdum. Kifayətdir. Mürvət aciz halda boğaz çəkib minnətə keçdi. Biraz da otur, xahiş eləyirəm. Yox. İnci müəllimə yumşalmadı. İnciməyin. Otura bilmərəm. Rəfiqələrim məni gözləyirlər. Heç nə olmaz. Neçə-neçə illərdir səni mən gözləmişəm. Biraz da qoy onlar gözləsinlər. Çox xahiş eləyirəm, otur. Mümkün deyil. Nə üçün? Gendən baxan yaxşı deməz. Bura ictimai yerdir. Neynirik ki? Eləcə dərdləşirik də. Dərdləşdik. Hal əhval tutduq bəsdir. İnci müəllimə o biri ayağını da kənara atdı. Hər şey öz həddində yaxşıdır. 5-10 dəqiqədə otur. Ədəb qaydalarına başqa vaxtlar ciddi riayət edən Mürvət bu dəfə ona əks davrandı. Höcətlik göstərdi. Müəllimənin biləyindən yapışıb buraxmadı. Rəfiqələrin gözləsələr dünya dağılmaz. Üz vurmayın. İnci qolunu astaca geri dartdı. Mürvət küskünlədi. Bütün görkəmi yazıqlıq ifadə etdi. Axı biz hələ söhbət eləməliyik. Söhbətimizi elədik. Hər nə lazımdır danışdıq. Bu nə danışmaqdır? Mürvət gileyli dilləndi.
Sən buna söhbət eləmək deyirsən? Sənə demək istədiklərimin heç onda birini də deyə bilməmişəm. Başıma gələnləri söyləməmişəm. İnci ehtiyatla ətrafa boylandı. Səsi sərtləşdi. Ayıbdır, dedi. Biləyimi buraxın. Bizim barəmizdə pis şey düşünərlər. Kənardan baxırlar. Mürvət inamsızlıqla ətrafa boylandı. Adamlar bayaqçına nisbətən çoxalmışdı. Bəziləri doğrudan da onları gözaltılamışdılar. Mürvətin sıxılmış barmaqları öz-özünə boşaldı. Dili ağzında sızıldadı. Mənim zibilə dönmüş bəxtim həmişə belədir. Bir işim təzəcə düzəlməyə başlayanda böyürdən mütləq bir qəmbər qulu çıxır. Budur, indi sənə dərdim açmağa, başıma gələnləri söyləməyə hazırlaşdığım yerdə sən getməyə tələsirsən. Yanımda biraz da otursan, məni dinləsən güya dünya məhvərindən dağılacaqdı. İnci müəllimənin gözəl çöhrəsində yenidən həlim təbəssüm gəzdi. Nəzakətlə. Nahaq inciyirsiniz, dedi. Siz ağıllı, mədəni adamsınız. Mürvətin hənri batdı. Astaca yırğalana-yırğalana uzaqlaşan sevgilisinin arxasınca gözləri dağlana-dağlana baxdı. İnci müəllimənin daha nə minnətə, hətta yalvarışa da məhəl qoymayıb getməsi xətrinə möhkəm dəymişdi. Ancaq biraz fikirləşib vəziyyəti soyuqqanlı götür-qoy edəndən sonra bütün ümüksünü unutdu. Başa düşdü ki, ondan inciməyə, narazılıq etməyə heç bir haqqı, ixtiyarı yoxdur. Onlar indi tamam ayrı, başqa-başqa adamlardı. Aralarındakı ən ülvi duyğular, ehtiraslar arxada, uzaqlarda qalaraq köhnəlmişdi. Köhnəlməyən, odu heç vaxt öləziməyən yalnız ilk məhəbbətdir. Və bir də sirli, müəmmalı, ufacıq bir ümid.